Salam əziz və hörmətli dostlar. Çox xoş gördüm. Sevinirəm ki, daha bir dəfə də sizin xidmətinizdəyəm. Mən əvvəldə bir qısa fikirlərimi bildirim, sonra dostların sorularına cavab verməyə fürsət olacaq və xahiş edəcəm ki, ya səsli, ya səssiz fərq etməz yazsaz da bəlkə oxuram, onlara cavab verərəm. Bugünkü sözümüz Erdoğan cənablarının Türk şəhərində, yəni Tehranda huzurudur. Bilirsiniz, öncədən qərarlıdır bu iclas ki, 3 prezident arasında olacaq idi və bölgənin önəmli məsələlərin araşdıracaqdılar, danışacaqdılar, Təbrizdə olsun. Bu iki Təbriz siyasət mərkəzinə çevirə bilərdi, bizə bir fürsət. Və çox yaxşı bizə əlverişli bir fürsət ola bilərdi. Həm Türk dünyasına, həm tamam insanlıq dünyasına yetirək ki, biz Azərbaycan türkləri nə istirik? Niyə biz Tehranın ya Farsistanın şüarlarına qoşulmuruq, onlarla nədən ixtilafımız var? Bizim haqlarımız, istəyimiz nələrdir və nələr istirik? Bunları dünya, çünki bu 3 prezident, yəni İran prezidenti, Türkiyə Cumhuriyyəti prezidenti və Rusiya prezidenti Putin cənabları burada yığışacaqlar. Dünyanın midyası və dünyanın siyasətinin gözü və dünyanın insanlarının gözü bu mərkəzə toplaşacaqdır və bu da bizə bir böyük fürsət yaradacaq idi. Amma İran dövləti o zaman ki, bizim insanlarımız bir həyəcana gəldilər, bir qələyana gəldilər. Bu əvvələn bizim birinci zəfərimizdir. Bu bizim birinci zəfərimiz idi ki, Azərbaycanlılar eləyə bildilər, bu prezidentin, yəni İran prezidenti daimən ora gəlir. Heç vaxt belə bir, o Azərbaycanda belə bir həngamə yaranmamışdı. Belə bir həyəcan, belə bir ruhiyyə, istiqbal ruhiyyəsi yaranmamışdı. Putin də Azərbaycan üçün ciddi bir mührə deyil, düzdür, mühümdür. Siyasət, dünya siyasətində böyük bir adamdır və o bizə çox-çox mühümdür. Yəni, bizim açımızdan Putin cənabları özü çox mühüm bir insan. Xüsusən ki, Azərbaycanla da tarixi bir ilgisi var Rusiyanın, müsbət mənfi. Xüsusən Şimali Azərbaycan 200 il Rusiyəlilərlə olduğu üçün, onlarla alver, kültürel alver elədikləri üçün, fərhəngi alver elədikləri üçün bir mənəvi bağ var. Tarixdə coğrafi bağ var idi, yəni qonşuyduk. İndi bizim bir mənəvi bağımız da var Ruslarla. Yəni, vaqiqiyyət budur ki, biz Farslar kimi görməməliyik Rusiyəni daha. Daha biz Rusiyəni hətta bir nəcat verici kimi də bəlkə görə bilərik bəzi şeylərdə, sahələrdə. Amma təbii ki, Rusiyənin bu yeri yoxdur indiki dünyada bu qədər ki, məsələn, biz ona deyək, gələr, nəcat vericidir, köməklik bizə keçər, amma siyasətdə bizə çox mühümdür. Bu ki, Rusiyəlilər də bilirlər ki, bir Güney Azərbaycan var və onlar bir Türkdülər, Farslarla fərqləri var, Kürdlərlə fərqləri var, Ərəblərlə fərqləri var, Bəluflarla fərqləri var və bunların Farslardan başqa hüquqları var ki, istirlər və bu hüquqdan məhrumdur. Ha belə, bu insanların, yəni Güney Azərbaycanda yaşayan Türk insanının bir iradəsi var və yolu da Farsistanla ayrıdır. Yəni, yollar ayrılıbdır. Bunu dünya görəcək. Bu həyəcanı Azərbaycan yaşadı. Bunu fəqət istirdi, demək olar ki, böyük prezident cənab Erdoğanla bunu görsəsin, cənab Erdoğana bir pəyam versin, bir mesaj göndərsin ki, cənab Erdoğan, biz Güney Azərbaycanlı türklərik, biz türkük, biz Azəri deyilik, biz İranın bir parçası deyilik. Biz bir müstəqil olmaq iradəsində olan bir millətik. Biz 100 il haqqı aradan gedən
və haqqın axtaran bir millət. Bu mesajlarla Azərbaycan cəmiyyəti hərəkətə gəldi. Və birinci dəfə Azərbaycan tarixində, yəni yeni Azərbaycan hərəkatı tarixində İttilaat gəlib bir iddia adamları tuta bilmədi. Niyə tuta bilmədi? Buna görə ki, Azərbaycanda yetişən liderləri ki, içəridə vardı, ağsaqqallar ki vardı, bunların əli də olsaydı, bunlar ciddi ortada deyildilər. Bəlkə bu səfər xalq, Azərbaycan türkü meydandaydı. Onlar çalışırdılar, onlar danışırdılar. Onun üçün kontrolü imkansızdır. Yəni demək olar, bu səfər millətimizin tamamı ortaya girdi və istədilər bu məsələni dünyaya bildirələr, xüsusən Rəcəb Tayyib Ərdoğan cənablarına bildirələr və o görə ki, Azərbaycanda bir iradə var. Əlbəttə, bu siyasi istəyin arxasında çoxlu məsələlər var. Bölgə məsələsi var, Suriyə məsələsi var, Əraq məsələsi var, Kürt məsələsi var, Fars məsələsi var, Azərbaycan türklüyü var. Yəni bunların hamısını Azərbaycanlı istirdi. Rəcəb Tayyib Ərdoğana desin ki, Azərbaycan üçün bir ayrı yer açmalısan. Ha belə Putin cənablarına da bunu getirsin, ha belə Ruhaniyə də bunu getirsin ki, sən bizə geçən 6 ildə söz vermişsən və tutmamışsan. Sənə bizim etimadımız yoxdur. Bu olmayan etimadı ki, sənə yoxdur, bu etimadı, olduğu etimadı Ərdoğana göstəririk, Putinə göstəririk, dünyaya göstəririk ki, biz kimiq, nə deyirik, nə istəyirik və İran nələr bizə vermir. Və İranı kim təciziyə aparır? Bu da mühüm mesaj idi. Yəni Azərbaycan bu günlər deyirdi ki, bizim mesajımız Farslara, dünyaya nədir? İranı kim təciziyə edir? Niyə təciziyə edir? Nədən ötürü təciziyə edir? O adamlar İranı təciziyə edirlər ki, İranı Fars, İranın dilin Fars dili, İranda insanı fəqət Fars insanı bilirlər və o birisi insanların vücudun, yaşamın, həyatın, toprağın, dilin, tarixin, mədəniyyətin inkar edirlər. Və o inkar məcbur edir ki, bizdə bir əksül əməl yaransın. Əgər sən məni inkar elərsən, mən də səni inkar edərəm. Əgər sən istəyirsən məni təciziyə eləyəsən, yəni məni İranlı bilməyəsən, yəni təciziyə də, mən də səni təciziyə elərəm, yəni mən də səni İranlı bilmərəm, mən də səni sənlə özümü həmvətən bilmərəm, utaracilər. Bu mesajlar üçün Türkiyə Azərbaycana ayağa qalxdı, çox da ciddi ayağa qalxdı və bunun da bu mesajı İran dövləti eşitdi. Bu internetdə, sosial şəbəkələrdə gedən hərəkatın böyüklüğü rahpeymayı ki oldu əslində. Plakatlar içi götürüldü. Bu plakatlar Rəis Cumhur Ərdoğana xitab, etimad, məhəbbət göstəriləri, Azərbaycanın haqları, Azərbaycan türkünün haqları, bunlar o plakatlar idi ki, sosial şəbəkələrdə yazılırdı və o adamlar ki, bunlara qoşulurdular. Bu istiqbal mərasiminə qoşulurdular, bu yazıları yayırdılar, o plakatları daşıyan insanlar idilər ki, məcazi sanal dünyasının ortamında rahpeymalığa çıxmışdılar. Və bu günləri sanal dünyasında rahpeymalıq eləmək, etiraz eləmək, xiyabana çıxmaq qədər önəmlidir. Hardan bilirik önəmlidir? Buna görə ki, Tehran əliyağa düşdü və bu iclasın yerini Təbrizdən Tehrana apardı. Amma Tehran bir Fars şəhri deyil tarixən. Ələn də bir Fars şəhri deyil. Tehran bir multicultural, yəni mütənəvvi, rəngli millətlərdən, dillərdən, dinlərdən, ədəbiyyatdan, istəkdən, haqdan ibarətdir. Bunların içində ən böyük qism, ən böyük parça, ən böyük toplum türklərin toplumudur.
Yəni Tehran əslində əgər oranın 15 milyon cəmiyyəti vardı Ustani Tehranın, əgər Ustani Əlborz ki, Kərəc olur, bunun 8 milyon, 7 milyon, 5 milyon hər nə qədər cəmiyyəti var, bunların %60'ı Türk'tür. Şayet %70'i belə Türk'tür. %60 ile 70 arasında cəmiyyəti Türk'tür. İçində Şimali var, Lor var, Cilək var, Mazəni var, Ərəb var, Bəxtiyari var, ərz edeyim xidmətinizə, Tat var, Kürt var, Fars var. Bunlar da vardılar. Ama bunlar əqəlliyyətdədirlər. Çünki tarixən bu iki iyalət, şimdi iki iyalət olubdu, qabaqcan bir iyalət idi. Tarixən bunlar Fars şəhəri deyil, Türk şəhəridir. Qacarlar Tehranı qurublar. Tehran Türklərin imperatorluq paytaxtı olubdu. Tehran adında bir şəhri əslində biz yaratmışıq. Orada bir kənd. Buranın mədəniyyəti, şəhriyyəti Türk insanı, kültürü, tarixi, ədəbiyyatı, siyasəti, şəmşiri üzünə qurulubdur və bizim bir şəhərimizdir. İkinci bu ki, Tehran İstanbul'dan sonra dünyada ən böyük şəhərdir ki, orada İstanbul'dan sonra ən böyük Türk toplumu var. Gene de bəs, necə İstanbul'da Türk çoxdur, Tehranda da ikinci şəhərdir ki, Türk çoxdur. Pəs Tehran Təbrizdən də bizə önəmlidir. Tehran niyə bizə önəmlidir? Diqqət buyurun burasına. Dostlar yazırlar ki, mən qrupda danışmalıyam. Zahirən qrupa danışmırmışam, dostların birinə danışırmışam. Amma o dostumuz qrupa atırmış. Mən indi bu qrupu görür, yazdım, hardandır, onu göndərsələr. Tamam, mən bura gedim. Ərz edeyim xidmətinizə, indi Tehranın əhəmiyyəti nədir? Tehranın əhəmiyyəti buradadır ki, Tehran medya tamamen oradadır. Yani hem İran medyası, radyosu, televizyonu, ruznamələri, məcəllələri oradadır. Hem İrancıların mərkəzidir, panfarsların mərkəzidir. İran dövlətinin mərkəzidir, məclisin mərkəzidir, Şurayı Nigahbanın mərkəzidir, Sipahi Pasdaranın mərkəzidir, Vizarət İttilaatın mərkəzidir, Vizarət-i Xaricənin mərkəzidir. Yəni tamamı vizarətxanalar ki, İranda var, bunlar Tehranda mərkəzidir. Tamamı radyolar xaricədə vardı, televizyonlar xaricədə, ayrı məmləkətlərdə vardı. Hamısının mərkəzi Tehrandır. Yəni Təbrizdə bir xarici media nümayəndəliyi yoxdur. Tehran sifarətlərin, konsulgərliklərin, Mərkəzi Fərhənginin, Sazmanı Millərin, UNESCO'nun bunların mərkəzidir. Yəni Tehran siyasi mərkəzdir, iqtisadi mərkəzdir, ittilaatı mərkəzdir, casusların mərkəzidir. Pəs Tehran bir önəmli bir yerdir. Orada 100 nəfər toplansa bir yerə Tehranda, Təbrizdə 100.000 nəfərdən səsi güclüdür. Çünki geçən illərdə media həmişə alarmıdadır, həmişə o vəziyyəti qırmızıdadır. Bilir ki, Tehranda bir şey olacaq, həmişə hazırdirlər ki, Tehranda toplan xəbərləri dünyaya göndərsinlər. Desinlər ki, bunlar nə istir? Və dedik ki, eyni halda Türk paytaxtıdır, Türk torpağıdır, əksəriyyəti Türküdür. Bunun üstündən pəs Tehran Türkün mərkəzidir və Türkə mühümmüdür. Bunun üçün də biz Tehranı Təbrizdən mühüm tutmalıyıq. Mənim şəxsi nəzərim budur.
Mən mötəqidəm İran zəiflənən zaman, o zaman ki İranın hər yerində etirazlar qozanır, mənim şəxsi nəzərim budur. Azərbaycan ayağa qalxmalıdır, o zaman ki İran zəiflir, onu yıxmalıdır. Və öz müqəddəratını öz əlinə almalıdır. Mən demirəm, indi ya istiqlal alar, ya federal alar, ya konfederal alar, hər nə deyirlər, o Azərbaycanın gələcəkçi təbii. Amma Tehran bizə Təbrizdən önəmlidir. Paytaxtımızdır, toprağımızın demək olar ki, şimali şərqi sərhəddatıdır. Ustanın Tehran cəmiyyəti bizlə çoxdur. Orada bir gün qoyun Təbrizi köçdürsünlər Tehrana, qoyun Təbrizi köçdürsünlər İsfahana, qoyun Təbrizi köçdürsünlər Simnana. Azərbaycanlılar heç zərər eləməli. Bir zaman bu torpaqlarda umumi referendum olacaqdır. Hər yerdə biz əksəriyyət olsaq, ora bizim toprağımızdır. Tehran bizim toprağımızdır. Biz bu torpaq bizimdir, gərək görsədək. Gərək dünya bilsin, Türk toprağı, ora bizim toprağımızdır. Türk milləti ora sahib çıxır. Türk toprağı öz məmləkətində, Tehrandan tutmuş gəlmiş Təbrizə, Ərdəbilə, tamam kətlərə, Urmiyə, Zəncana, Qəzvinə, heç birisində Türk dilinin bir dana rəsmi dildə mədrəsəsi, radyosu, televizyonu yoxdur. Bu istismarın, dünyada belə bir istismarın sabiqəsi yoxdur. Mən təəccüb edirəm, bəzi dostlar bundan istismarı daxili deyə, iç istismar deyə təbliğat edirlər. Dünyanın harasında istimarına, müstəmirə bir-birini ayrı görər. Həmişə Hindistan, İngilistan deyib ki, Hindistan mənim bir parçamdır. Fransa deyib ki, Əlcəzair mənim bir parçamdır. Deməyib ki, o bir ayrı məmləkətdir, mən işğal eləmişəm. O deməyib ki, Hindistan bir ayrı məmləkətdir, mən işğal eləmişəm. Bəlkə deyib ki, bura mənim bir parçamdır, mənim əsl toprağımdır. Buranı mən işğal eləmişəm, mənimdir. Ya da dav tələbanə gəlib qoşulub mənə. İranda da bu zəbbi hakimdir. Yəni, İranda daxili istismar deyə bir şey yoxdur. İranda millətləri var, Türk milləti var, Ərəb milləti var, Bəluç milləti var, Kürt milləti var, Ciləklər var, Mazərilər var, Lorlar var, Bəxtiyarilər var və bunlar torpaqları, dilləri, tarixləri, mədəniyyətləri işğal olubdur bir ayrı qüvvənin əli ilə. O ayrı qüvvə icazə vermir. Burada bunlar öz mədəniyyətlərində, tarixlərində, topraklarında, iqtisadlarında yaşasınlar. Bir Türk kimi, bir Kürt kimi, bir Ərəb kimi, bir Bəluç kimi, bir Lor kimi, bir Bəxtiyari kimi, bir Cilək kimi, bir Mazən kimi yaşamağa Fars icazə vermir. Hindistan'da belə deyildi. Hindistan'ın ən böyük dəmir yolların, danışgahların hindi dilin İngilistanlılar sistematik elədirlər. Bunun harası iç istemarıdır, mən bilmirəm. İç istemarı bu olar ki, bir sərmayədar olar, gələr orada bir fabrika qurar, orada istismar edər. Buna gəlir iç istismarı. Millət istismarıdır. Və o zaman ki, biz iki millətdən, üç millətdən danışırıq, onda biz istismardan danışırıq. O zaman ki, Türk milləti, Fars milləti, Ərəb milləti, Kürt milləti, Bəluç milləti, Lor Bəxtiyari milləti, Şimali ya Ciləki Mazəni milləti, onda biz millətlərdən danışırıq, onda biz məmləkətlərdən danışırıq, onda biz istismardan danışırıq. Və istismar beləsi olar. Amma bu istismar ki, İranda Farslar ilə bu dünyada ən kötü, ən pis, ən acımaz istismardır. Əlcəzairlər dillərini oxurdular Fransa dövründə. Hindistanlılar dillərini oxurdular, tarixlərini bilirdilər, danışıqlar düzəldirdilər. Amma bizim yoxumuzdur. Mediaları vardı, radyoları vardı, televizyonları var idi. Bizim yoxumuzdur. Ruznamələri var idi, kitabları var idi, bizim yoxumuzdur. Müəllimləri var idi, bizim yoxumuzdur. Bu istismar daxili deyil, bu istismar rəsmən işğal istismarıdır. Və ən dünyanın... İndi biz Rəcəb Təyyib Ərdoğan cənablarına və o birisi prezidentlərə və habelə İran prezidentlərə və İran millətinə və dünya millətlərinə
İranda yaşayan millətlərə, xüsusən Fars millətini göstərməliyik ki, yolumuz ayrıdır. Niyə? Çünki bizim müstəmiri yox. Çünki bizim istəklərimiz bu məmləkətdə qəbul olunmur. Çünki biz burada əqəlliyyət görünüb, əqəlliyyət haqqına sahib deyilik. Erməni orada əqəlliyyətdir, amma haqqı var. Azərbaycan bir əqəlliyyət kimi görünüb, haqqlarından əqəlliyyət haqqına sahib deyil. Bunun üçün Azərbaycan bu günləri Tehranda görsənməlidir. Tehran yəni Azərbaycan, Azərbaycan yəni Tehran. Əgər bu Azərbaycan bir bədəndir, bir ölkədir, bir millətdir, bunun hamısı bugün Tehranda görünməlidir. Yəni, əgər biz din baxışı ilə desək, fətva verilməlidir ki, Azərbaycanlı Tehrana yığılmalı, Tehranda dünya gözünün qabağında, dünya prezidentlərinin qabağında, sifarətlərinin qabağında, konsulgərliklərin qabağında, sazmanimlərin müxtəlif qollarının qabağında, ha belə bu iclasın qabağında, İranın midyasının qabağında, dünyasının midyasının qabağında, mətbuatın qabağında, jurnalistlərin qabağında Azərbaycan bu günləri tamamilə xiyabanları ayağının altına almalıdır. Yəni, əgər bu günləri Tehran Parsdan Meydana Azadiyə qədər Azərbaycanlılar dünyanın hər yerindən olur olsun, ora yığışsalar və Türk səsini səsləsələr, mən Türkəm desələr, mən haqqımı istirəm desələr, biz Fars deyilik desələr, biz İran deyilik, hər neçə Türk şüarıdır, Türk şüarı, Fars şüarı yox. Bizim Mir Hüseyin Musevi ilə işimiz yoxdur, bizim Xameneyi ilə işimiz yoxdur, bizim Xümeyni ilə işimiz yoxdur, bizim İnqilab İslami ilə işimiz yoxdur. Bunlar onlarındır. Onlar bizim deyil. Bizim nəyimiz var? Hiss adımız. Hiss adımıza fəryad edəyəcək. Dilimizi, tariximizi, midyamızı, mətbuatımızı və bunların olmamalıqların fəryad edəcək. Bu fəryadları dünya eşidəcək. Bunun üçün həm Tehranda yaşayan Türklərin tək-bə-təkinə siyasi, dini, vətənpərəstlik, millət vacibidir. Həm vətən üçün, həm millət üçün, həm tariximiz üçün, dədələrimiz üçün, dilimiz üçün, dinimiz üçün, insaniyyətimiz üçün, insanlığımız üçün, azadlığımız üçün, hürriyyətimiz üçün bu günləri Tehranda toplanmamız gərəkir, vacibdir. Azərbaycan hər yerdən, tamam kətlərdən, şəhərlərdən, piyada da olsa özün Tehrana yetirməlidir. Tehranda xiyabanlara çıxmalıdır, etirazın eləməlidir müsalimatlarımız, mədəni. Biz bir kəsə daş atmarıq, bir kəsin burnun qanatmarıq. Onun üçün çox önəmlidir ki, Tehranda yaşayan Türklər, qardaşlar, Zəncanda yaşayan, Qəzvində yaşayan, Kərəsdə yaşayan və onların ətrafında yaşayan, Qumda yaşayan, Sabədə yaşayan, ərz edeyim xidmətinizə, Ərakda yaşayan Türklər və hər kəs ki, hər yerdə yaşır, gəlməlidir Azərbaycana, Azərbaycanın paytaxtına, Tehrana və orada haray-haray mən Türkəm, mən haqqımı istirəm, mən müstəmirə olmuşam, dünya bizi niyə görmür, Türkiyə bizdən niyə himayət eləmir səslərin ucatmalıdır. Bu bizim tərəfimizdən müsəlmanlarımız Tehran Farsına, Tehran hakimiyyətinə, şovinistlərə, konfarslara bir mesajdır. Əgər bizlə qardaşsınız, əgər özünüzü bizlə həmvətən bilirsiniz, İranı bölün. İranı bölməyin, İranı siz bölürsünüz. İranı Fars-Türk davası salmağına, bizim haqlarımızı əlimizdən almağına ki, siz adam deyilsiniz, siz əsən bu torpaqda yoxdursunuz, siz adam deyilsiniz ki, yaşayasınız demaqları ilə bizi deyirlər ki, biz sizi İranı təciyə edirik da. Təciyə nədir olar? Məni görmür, haqqımı vermir. Pəs biz gərək bunları Farslara da yetirək, İran dövlətinə də yetirək, rəhbərlərinə də yetirək, sipaha da yetirək, ittilata da yetirək. Bilsinlər ki, biz
iradəmiz nədir? Haqqımızı almaq. İndi burada bir söz də deyim, neçə gündür mənim zehnimdə var. O da bu ki, əgər İran dövləti panfarsist olmasa, şüvinist olmasa, İranın təcziyəsini istəməsə, neynəməlidir? Mən İnsaf Əli Hidayət bir istiqlalçıyam. Və mənə tay milyonlar istiqlalçı. Niyə istiqlalçı yox? Kim bizi istiqlalçı edildi? Biz nənədən doğanda istiqlalçı doğmamışıq. Ömrümüzün bir çoxunu istiqlalçı keçirtməmişik. Amma istiqlalçı eləyiblər bizi. Kim bizi istiqlalçı edildi? Kim bizi federalçı eləyibdi? Kim bizi konfederalçı eləyibdi? Kim bizi? Farslar. Niyə? Farslar bizim haqlarımızı vermədiyi üçün, bizi inkar elədiyi üçün, bizi rəsmiyyətə tanımadığı üçün, bizim dilimizi, mədəniyyətimizi, tariximizi rəsmi tanımadığı üçün İranı bölücülüğe aparıblar. Onlar İranı bölücülüğe aparıblar. Onlar bu fikri bizdə yaradıblar ki, siz durun üsyan edin, niyə haqqınızı istəmirsiniz? Haqqı istəyən insan durar üsyan elər, haqqını alar. Biz sizin haqqınızı vermirik, sizdə də cəsarət yoxdur, durasınız. İndi bu bizə bir fürsətdir. Erdoğan cənablarının huzuru, ərz edeyim xidmətsə, Putin cənablarının huzuru, dünya mediasının huzuru. Burada bizə bir fürsət, tarixi fürsətdir. Bu fürsət İranı yıxmaq üçün deyil. Bu fürsət dünyaya deməkdir ki, biz hara farslar? Biz hara farslar halanın mənisi nəcatpərəstlik deyil. Yəni yollarımız bir deyil. Biz Farsla bir məmləkət qura bilmərik. Qonşu olarıq, bəlkə də yaxşı qonşu olarıq, qız verib alarıq, amma bir məmləkət ola bilmərik. Çünki fərhəngimiz, tariximiz, dilimiz, musiqimiz, təməddünümüz, memarlığımız, imperatorlarımız, keçidağımız və gələcəyimiz fərqlidir. Topraqlarımız fərqlidir. Sən kəvirdə yaşırsan, mən dağlıqda yaşıram. Sən quraqlıqda yaşırsan, mən az da olsa yağışlıqda yaşıram. Sən qumların içində yaşırsan, mən topraqların içində yaşıram. Səndə ağac yoxdur, məndə ağac var. Sənin dilin odur, mənim dilim budur. Sənin tarixin odur, ən azı geçən 1400 ildə tarixin yoxdur belə. Təəccüb edirəm. Çox təəccüb edirəm mən bəzi dostlarımıza ki, deyirlər ki, Fars dili rəsmi dil olubdur. Geçən 1400 ildə Fars dili heç yerdə rəsmi dil olmayıbdır. Heç yerdə. O qədər ki, Türk dili rəsmidir, Fars dili rəsmi deyil. O qədər ki, Ərəb dili rəsmidir, Fars dili rəsmi deyil. Fars dili nədə rəsmi olubdur? Fars dilinin rəsmiyyəti bir şeirdə, Farsı şeirində. Ondan sonra nədə rəsmi olubdur? Türk şeiri yazılmayıb mı? İranda yazılan kitabların tarixdə, geçən 1400-də yazılan kitabların %90'ı Ərəbcədə yazılıb. Yəni, bura əslən onun üstündə dursaq ki, burada bir şair üçün Farsı şeir deyibdir, pəs bura Farsistandır, bura İrandır, onda hamısı ərəb olmalıdır. Çünki əslən Azərbaycan da, Farsistan özü də, Şimal da, Ciləki də, Mazəri də, Lor da, Bəxtiyar da, Kürd də, Ərəb də, hamısı ərəbcə deyiblər, yazıblar. Dilləri ərəb olubdur. Uzun zaman dilləri ərəb olub, Farsı dərsən, Farsı dili qalmayıb arada bir zaman. Əgər Türk hakimiyyətlərinin insanlığı olmasaydı, Fars dili aradan getmişdi, yox idi ki. İndi biz
Tehranı önəmsəməliyik. Tehranı Təbrizdən, Ərdəbildən, Zəncandan, Urmiyədən, tamam şəhərlərimizdən, kəndlərimizdən Erdoğan cənablarının, Putin cənablarının gəlməyi günü önəmsəməliyik. Yəni Azərbaycanın tamam toprakları və insanları bir tərəfə, Tehran bir tərəfə. O gün bizə bu qədər əhəmiyyət var. Biz hər yerdən gərək yığışaq Tehrana. Hər kəsin imkanı var gərək gedə Tehrana. Gərək gedələr xiyabanlara, gərək plakart götürələr, yazı götürələr, hətta lazım olsa ağızlarına kağız bağlayalar ki, bizim ağzımız yoxdur, amma əllərində kağız götürələr, məni ana dilində mədrəsə istəyirəm. Lazım olsa sən yol yeriməyələr, xiyabanlarda oturalar. Ehtiyacı yoxdur yol yeriyələr. Xiyabanda oturalar, ağızlarını bağlayalar, əllərində plakartlarını tutalar. Mən Türkəm, hər kəs bir plakart olmalıdır, hər kəs bir yazı olmalıdır. Çünki yazı sözdən çox ənəmlidir. Farslar sözü təhrif edə bilirlər, yazını təhrif edəməyirlər. Yəni yazının əksi, əlbəttə yazıları da təhrif edirlər. Bir dənə kitab tapmazsınız ki, İranda tərcümə ola, o təhrif olmuyor. Mən təkrar eləməyim sözlərimi, vaxtı sizlərə buraxıram. Sizlərin xidmətindəyəm. Əgər sualınız olsa buyurun, xidmətinizdə olun. Buyurun. Dostlar ki, online'dılar və Facebook'da da görürlər. Əgər soruları olsa yazsalar, mən xidmətlərindəyəm. Erdoğan cənablarının təşrif gətirilməsi haqqında fikirlərimi söylədim. Umarım ki, faydalı olmuş olsun. Sizlərin fikirlərinizi eşitmək istərəm. Sorularınızı əgər olsa, bildiyim qədər xidmətinizdə olacaq. Buyurun. Bəli, Erdoğan təmiz İslamcıdır. Türkiyəni aparır 1400 qabağa. Biz onu niyə follow etməliyik? Əziz dostum, Türkiyə bu günləri Türk dünyasında və Avropa ilə Asiyanın ortasında böyük bir gücdür. Erdoğan bu gücün lideridir. Sizin və mənim şəxsi qəzabətim fərqlidir. Bizim şəxsi qəzabətimizdir. Bilmirəm neçə yaşınız var Türkiyəni, nə cür görmüşsünüz, nə zamanda görmüşsünüz, nə cür görməmişsiniz. Amma mən bir xülasə deyim. Baxın, Atatürk böyük bir öndər, rəhbər, qabaqda gedəndir, rəhbərdir. Tay da dünyada azdır. Amma onun dövründə yazılan qanun əsası dinçi qanun əsasıdır.
Qəvanini mədəni cəzai ki yazılıbdır, ya ailə, hər nə mənə qanun ki yazılıbdır Atatürkdən 2006-ya qədər, hamısı dinçidir. Bir dana vəkil ki seçilir getsin parlamentə Türkiyədə, seçilirdi getsin, and içəndə müqəddəs dini kitablara and içirdi. Yəni hər kəsin öz dininə. Biri müsəlmandır, müsəlman Qurana, biri də Məsihidir, İncilə, biri də Yahudidir, Torata, biri də ayrı dilə. Ayrı dinə. Əlin basırdı, onun üstünə and içirdi. Erdoğan cənablarından bu yüzden məqsəd çoxdur ki, zahirən İslamçılıq çox gedib qabağa. Amma bu günləri Erdoğan, Allah uzun ömrü versin Erdoğan cənablarına, çünki Türk dünyasına və Türkiyə lazımdır bu adam. Hələlik. Amma bir gün Erdoğan cənabları Allahın rəhmətinə gedirsə, Erdoğandan qalan miras nədir? Buna baxacaqsınız. Erdoğan dövründə qanuni əsasi də olan dinçilik götürülübdür. Qəvanini mədənidə olan dinçiliğin hamısı götürülübdür. Qəvanini cəzaidə olan hamısı ki İslam əsasına yazılmışdı, dəyişilibdir. Avrupaya niyə qoşulanmırdı Türkiyə? Çünki Avrupa deyirdi, sənin qanunların İslamcıdır, bizim qanunlarımız insancıdır. Bunun üçün Türkiyə ora qoşulmaq üçün tamamen qanunların değişmək məcburiyyətindədir və bunu Erdoğan eləyə bilir, dinçilik gölgəsində eləyər. Heç kəs demədi, sən dininə müxalifət edirsən, niyə qanun əsasından götürürsən bunu? Hamı gördü, məscid çoxalır, Allah-u Ekber səsi gəlir, amma qanun əsasından götürəndə heç kəs dincilər də durub demədi. İkinci, bu günlərə Erdoğanın savaşı dincilərləndir. Yəni bu günləri Türkiyənin Xumeynisi Amerikada Erdoğanla savaşır içəndə. Dincilərlə əslində Fethullah Gülen dincilərin rəhbəridir. Əgər orada bir savaş gedir, bir kodita gedir, dincilərin koditası da Erdoğanın əleyhinə. Nədir olur ki, bu Erdoğan oranı dincil elir? Bura biraz diqqətli olmalıyıq. Eyni halda da Türkiyənin siyasəti bizə düzdür, çox əlaqəsi vardır, bizi ilgiləndirir. Amma biz Erdoğanın müqəllidi deyilik ki, biz Erdoğan'ı bir siyasi rəhbər olaraq onun cəsarətindən, onun imkanlarından, onun yoldaşlığından, Azərbaycan və Türk dünyasına olan eşqindən faydalanmalıyıq Azərbaycan mənfəətləri üçün. Bəli, inşallah mən də önərim budur Araz bəy. Umarım ki Azərbaycan türkü və dünyada yaşayan, İranda yaşayan türklər hər yerdə olurlar olsun. Hətta burada yeri var, biz o birisi millətlərdən də dəvət edirik. Mən əgər icazə verirsiniz, hətta burada farsca bir neçə cümlə. دوستان 16 شهریور روزی است که جناب اردوغان، جناب پوتین با مهمانی رئیس جمهور ایران حسن روحانی در تهران اجلاسی خواهند داشت. این اجلاس برای اولین بار یک فرصت تاریخی میده به ملل غیر فارس در ایران، به عرب‌ها، به بلوچ‌ها، به ترکمن‌ها، به قشقایی‌ها، به لرها، به بختیاری‌ها، به گیلکی‌ها، به مازنی‌ها، به کردها و به هر ملتی که خودش رو اونجا صاحب حق میدونه و محروم از حقوق انسانی و حقوق اجتماعی هستش، این امکان رو میده که بیان در تهران یک راهپیمایی، یک اجتماع مسالمت‌آمیز چند میلیونی برگزار بکنن، به رهبران دنیا، به همه میدیا، به آمریکا، به اروپا، به کشورهای عربی، به کشورهای ترک، به کشورهای غیر ترک، به اون سه رهبری که در اونجا جمع خواهد شد، به خصوص به جناب اردوغان و جناب پوتین پیام بدن که آقا ما مللی هستیم مظلوم، ما حقوقی داریم که در این مملکت به ما داده نمیشه، لطفاً یا این حکومت رو به رسمیت نشناسید یا این که به ما کمک کنید که
از این حکومت غاصب، از این حکومت اشغالگر، از این حکومتی که هزاران هزار بار بدتر از اسرائیل هست، حقوق انسانیمون رو پس بگیریم. برای همین حتی این اجلاس 16 شهریور یک فرصت تاریخی برای فارس هایی است که خواهان این هستند که ایران تجزیه نشه. ترک ها و عرب ها و بلوچ ها و ترکمن ها و لر ها و جیلکی ها و کرد ها و مازنی ها و ترکمن ها و هر کسی که اونجا هست از ایران جدا نشن، ایران تجزیه نشه. این فرصت تاریخی است برای اینها که همدردی بکنن با این ملت، بیان بگن برای ترک ها باید مدرسه داشته باشن، باید زبانشون در مدرسه هایی در هر جا که ترک میکنه زبان رسمی، زبان آموزشی، زبان ترکی باشه. هر جا عرب زندگی میکنه باید زبان رسمیش باشه، باید زبان آموزشی زبان عربی باشه. اگر خوشش اومد زبان فارسی هم یاد بگیره. نمیتونید با تحمیل زبان فارسی به دیگران بگید ایرانی باش. باید داوطلبانه ایرانی بود و برای داوطلبانه ایرانی بودن باید در همه چیز، در همه حقوق، در همه آزادی ها، در همه ثروت ها 100% سهیم و مشاع بود، شراکت داشت. یکی از اونها زبان رسمی هست. باید زبان رسمی، زبان همه ملت ها در ایران زبان رسمی باشه. هر کسی مثل همونطور که به اروپا سفر میکنید، هر کدوم کشور که رفتید باید زبان اونجا رو بدونید. اگر خواستید به آذربایجان برید باید ترکی رو بدونید. اگر خواستید برید به عربستان باید زبان عربی رو بدونید. اگر خواستید برید به بلوچستان باید زبان بلوچی رو بدونید. اگر خواستید برید به ترکمن صحرا باید زبان ترکمن رو بدونید. اگه خواستید برید اقامت بکنید، خواستید توریستی برید، اون که بالاخره چند کلمه باید یاد بگیرید که اونجا زنده بمونید. اگه خواستید برید درس بخونید، همونطور که هر کشوری برید باید درس زبان اونجا رو بلد باشید که بتونید دانشگاهش برید. اینجا هم همینطوره. اگر به این برابری رسید، فارس‌ها میتونن ایران رو نجات بدن. برای همین حتی فارس‌ها هم باید بیان بیرون، از حقوق این ملل حمایت بکنن، بگن آقا تا الان تاریخاً پدران ما اشتباه کردن، ما اشتباه پدرانمون رو مرتکب نمیشیم. برای همین روز 16 شهریور تنها روز مهمی برای ترک‌های ایران نیست، بلکه روز مهمی برای همه مللی هست، همه انسان‌هایی هست که برای انسانیت. من دیروز یک ویدیو دیدم، یه آقای میگه که آقا قراره اگر ایران تجزیه بشه من میرم توبه‌نامه می‌نویسم، با خامنه‌ای وای میستم، علیه ترک‌ها و عرب‌ها و فلان جنگ می‌کنم. این آدم بر انسانیت اصلا اهمیت قائل نیست. این آدم بر خاک اهمیت بیشتری میده تا انسانیت. اگر شما برعکس این پانفارس‌های ایران، پان ایرانی صحبت میکنید و فکر میکنید انسانی که حق داره روی خاک زندگی بکنه، انسانی که هویت خودش رو بر خاک تحمیل میکنه، فکر خودش رو بر خاک تحمیل میکنه، اون وقت باید در کنار ترک‌ها و عرب‌ها و کردها و لرها باشید و در این اجلاسی که در تهران خواهد بود در 16 بیاید خیابون‌ها اعتراضتون رو نشون بدید، پلاکارتاتون رو بنویسید، خیلی انسان دوستانه، خیلی محترمانه، خیلی مدنی. حتی من نظرم اینه که راهپیمایی هم نشه، خیابان‌ها نشست و پلاکارت دست گرفت، حتی دهن‌ها رو بست به این که در ایران سانسور هست، من حق سخن گفتن به زبان مادری ندارم. این یک سمبولیه برای اگر یک چسبی به دهنتون بزنید که من حق سخن گفتن ندارم، حتی اگر نقاشی بکنید دوختن زبان رو روی لب‌هاتون، اینجا نقاشی بکنید که دهانتون رو دوختید، اون وقتی که دنیا میفهمه شما زبان مادریتون قدغن هست، ممنوع هست. من فکر میکنم که یک فرصت تاریخی برای فارس‌ها هم پیش اومده که در تهران اجتماع بکنن، از حقوق ترک‌ها، از حقوق عرب‌ها، از حقوق دیگر ملت حمایت بکنن تا بتونن
یک فرصت تاریخی به خودشون بدن. چون بین فارس ها و ترک ها، بین فارس ها و عرب ها در 100 سال گذشته دشمنی ایجاد کرده پان فارسیسم و پان ایرانیسم. گفته اگر فارس باشه نباید ترک باشه. بودن ترک یعنی نبود فارس، بودن عرب یعنی نبوده عدم فارس. برای همین این دشمنی رو فارسیسم ایجاد کرده، نه عرب ها و نه ترک ها. حالا باید فارس ها در حمایت از ترک ها بیان خیابون اعتراض بکنن. البته نیان هم مهم نیست، مهم اینه که جدایی رو میخواید ادامه بدید، این شکاف بین فارس و ترک و عرب میخواید ادامه پیدا بکنه، یا میخواید این رو یه جایی بگید آقا ما اشتباه تاریخی پدران ما کردن، رهبران سیاسی ما کردن، رهبران آموزشی ما کردن، اداری ما کردن، ما میخوایم این رو یه جایی استاپش بکنیم، نگرش داریم، متوقفش بکنیم. این تصمیم مال روشنفکر فارسه. Riza dostum, Abedini kardeş, Türkiye'de yazmışsınız ki Türkiye'de gedişat bunu göstermir. Biz avam olaraq baxsaq, bəlkə siz bu İranı görərik. Amma biz əgər bir siyasi, bir hüquqdan, bir mütəxəssis olaraq baxsaq, görürük ki, değişibdir. Türkiye'de her şey değişibdir. İndi de dedim, Erdoğan cənabları İslamçıları təsviyə edir danışmaqlardan, idarələrdən, ərteşdən, ordudan. Atatürk dedim bu işi görə bilməmişdi. Bunu Erdoğan görür. Dahi mən bundan açıq istəmirəm danışam, çünki bəlkə Erdoğan cənabının siyasətlərini də istəmirəm çox damğa dəysin. Sağ olun. دوستان اگر سوالی هست، اگر نظری به غیر از نظر من دارید، الان مثلا آقای رضا آبدیان نظر مخالفشون رو فرمودن، برداشت متفاوتی از هم داشتیم. دوستان دیگه اگر نظری دارن یا مسئله فکری هست، سوالی هست بفرمایید، وگرنه من یواش یواش دیگه فکر می‌کنم از این گروه هم فعلا اومدم بیرون. اگر بتونم پیداش بکنم. من در حقیقت مهمان این گروه بودم، یه شکلی شد که چه شکلی شد نمیدونم، ولی به هر حال من از این گروه افتادم بیرون. اگر بتونم این رو بله یا birlikte olan öneri vardı 16 işgaliler Tehrana çekmeler için. Lütfen gelsinler grupta yazsınlar, yazsın, konuşur, həllədir. Və əgər sorular da var bu haqda eləsinlər Suayni Səfəli bəy qulluğuzda vardı. Yaşayın. حالا که چی میگن برنامه باز هست و دوستان هم هنوز از این گروه در عرض به حضور در این تلگرام هنوز سوالی رو نپرسیدن، من خلاصه نظراتم رو بگم به فارسی، چون بحث من امروز به زبان ترکی بود برای اینکه به دوستان در ایران صحبت میکردم.
اما الان که این فرصت هست به زبان فارسی هم به طور خلاصه عقاید خودم رو بگم. ایران یک کشور کثیرالمله هست، از قدیم هم همین جور بوده. برای همین هم در ایران شاه داشتیم و پادشاه یا شاهنشاه داشتیم. شاه رئیس هر ایل یا ملتی که یا از طرف حکومت مرکزی تعیین میشد یا خود اون ملت سر کار می آوردن، یک پادشاهی داشت و این شاهان، مثلا شاههای فکر کنید ترک‌ها، شاه فارس‌ها، شاه عرب‌ها، شاه بلوچ‌ها، شاه گیلک‌ها، شاه لرها، شاه بختیاری‌ها، شاه گیلکی‌ها، شاه مازنی‌ها، شاه ارمنی‌ها، شاه تاجیک‌ها، شاه هر جایی که بوده، مثلا در دوره صفویه یا قاجاریه، اینها زیر فرمان شاه مرکزی، شاهنشاه زندگی می‌کردند. هر کسی در سرزمین خودش زبان خودش، دین خودش، آیین خودش، اقتصاد خودش، اردوی خودش، لشکر خودش، سرباز خودش رو داشت و بر اساس اون رو عمل میکرد. اما در سیاست مرکزی، اگر دولت مرکزی از اون مرکز اولا یه مالیات جزئی میگرفت، مثل الان که 30% درآمد افراد رو بگیرن نبود، یه خیلی کمی، حد اکثر چیزی که من در تاریخ شنیدم 10% بوده. الان دولت فقط حدود 30% از فروش میگیره مثلا. یعنی مالیات در ایران اگر خرید فروش رو همه چیز رو حساب بکنیم، چون که در اون زمانها شما وقتی یک برگ کاغذ میخریدید مالیات نمیدادید، مالیات رو سرانه هم نمیدادید، آخر سال خانواده یا ایل یه مالیات میداد. ولی الان شما برای خرید یک کاغذ، یک نوشابه، یک بطری شیر، یک کیلو گوشت مالیات میدید به دولت. این مالیات اسمش غیر مستقیم هست. و یک مالیات مستقیم هم هر کسی یک کاری داره، هر کسی یه جای کار میکنه، درآمدی داره، آخر سال مالیات میده. این هم یک مالیات دیگری هست. عرض به حضورتون در نتیجه اون زمان هر ملتی نظر و اندیشه خاص خودش رو داشت، حاکمیت خودش رو داشت، ایدئولوژی خودش رو داشت، اقتصاد خودش رو داشت و اون رو خودش بر اساس جامعه و محیط و توانایی‌های فکری ذهنی خودش و خواستهای آرمانی خودش، حقوق خودش انجام میداد و اداره میکرد. یه لحظه اگر ببینم دوستان سوالی اینجا دارن. Sayın Sabah Anıver, bir sorun şu vardı. Bir de dostlardan belə deyirlər ki, bu qrupları aşmaq və bahs oldu ki, Sayın Erdoğan'ı çətirə Tehrana və bu bizə bir zərər oldu. Yəni bu kampeyni ya bu reklam getdi, biz gedəcəyik Sayın Erdoğan dəstəyinə. Belə intizarlar var ki, ya da bu kampeyn yaranmayaydı, ya bir reklam olunmayaydı, ta Erdoğan qalardı Təbrizdə. Sizcə bu düz bir fikirdir, ya bunun özü peyam siyasisi var idi, ya biz zəfəri qazandıq, ya vaqəən elə bizə şikəst oldu belə qruplar aşmaqdan, ya sanal dünyada dəstək verməklə. Lütfen buna mənə cavabsız minnətdar olun. Sağ olun, mən də bunu gördüm, dostlar danışırdılar. Mən özüm də onlardanam ki, nəzərimi yazmadım və müxalif idim ki, çox yazılar, çünki inanırdım belə bir məsələ düşünür. Amma yazmadım nəzərimi, çünki millətimiz bir hərəkət edirdi, onun qabağında durmaq cürmdür əslən, beləsi deyil. Cürm də olmasa doğru değil. Ben doğru görmürdüm ki millətimiz əgər orada bir hərəkət yaparırlar və bu bir etirazdır, bir hərəkətdir, bir coşkudur, bu coşkunun qabağını alaq. Çünki o coşku bizə özü zəfər idi. Baxın, o coşkunun əsərində İranın Vizarət İttilaatı, Sifat Pasdaranı, Şurayı Əmniyyət Millisi, Vizarət Xaricəsi, Ustandarı, Fərmandarı, Bəxşdarı, idarələri, Ayətullah Xameneyisi, Rəis Cumhuru, vəzirləri, bu nəticə yetişdilər ki, Azərbaycanda bir hərəkət var, çox mühümdür, çox ciddidir.
əgər Erdoğan bura gəlsə, bunu kontrol eləyə bilmərik. Bunlar rahbimalıq edirlər əslində. Yəni, Azərbaycanlılar sanal dünyada, internetdə, o şeylərdə rahbimalıq edirlər. Bu rahbimalıq elə o zaman da Türkiyəyə yetişdi səsi, o zaman da Putinə yetişdi səsi, o zaman da İranın bu əksül əmələ, bu əslən zəfər idi. Zəfər yanı bu. Düşmən o normaldakı taşkikin ya o hərəkətin normaldakını dəyişdirdi. Təbrizdən apardı ora. Niyə? Dedi ki, mən istəyirəm bu imkanı əlindən alan Təbrizin ki, Təbrizə etiraz eləməz. Amma biz nə? Biz nə? Biz Güney Azərbaycanlılar nə? Biz Güney Azərbaycanlılar zəfəri qazandıq birinci mərhələdə. İkinci mərhələdə aya bizim bir şəhərimizdən bir iclası bir ayrı şəhərə aparmaq, bunu deməkdir ki, biz hüququmuzdan, istəyimizdən düşdük, biz təbu-tabdan düşdük, biz hərəkətdən düşdük. Ya bunu deməkdir ki, bu görsədir ki, düşmənimiz çox ciddidir, İran hakimiyyəti çox ciddidir, bizim hərəkətimizi gördü, bunu kontrol eləməyə çalışır. İndi bizə nə düşər? Bizə bu düşər ki, yığışaq gedək Tehrana. Deyək, Tehran Türk şəhəridir, Türk torpağıdır. Biz burada əksəriyyətliyik. Biz cənab prezident Erdoğan, cənab prezident Putin gəlirlər bura. Dünya mediası buradadır, səfirlər buradadılar, sifarətxanalar buradadılar, ruznamələr buradadılar, radiolar buradadılar, məcəllələr buradadılar, televizyonlar buradadılar, sazmanələrin müxtəlif qolları buradadır. Biz gedirik bunların qabağında deyək ki, haray mən Türkəm. Tehranı Təbrizin atan qəlbi, Azərbaycanın atan qəlbi görsədək. Məncə, zəfərin birinci qismətini almışıq. Düşməni farsça ərəbnişini deyirlər. Biz düşməni dalıya oturtmuşuq. Düşmən apardığı politiki değişməyə çalışır. Panfarsizm və paniranizm bir hükümlüyə düşüb, bir qorxuya düşübdür. İndi bizim hücumağımız var. Baxın, indi elə bilin ki, onları difada yıxılırlar. Biz indi onu yıxıb əzmağımız lazım, getmağımız lazım. Bizim Tehrana yürümemiz, Tehranda xiyabana çıxmamız, bunu deməkdir ki, biz Tehranda gücümüzü göstəririk. Bunu deməkdir ki, Tehran Türk yurdudur, Azərbaycan yurdudur. Tehranla Təbrizin Türkiyə fərqi yoxdur. Bizim Təbrizdən ora aparmaqla bizə çox fərq eləmədi. Bizə mümkündür bir gün vaxt, ya 2 gün vaxt, bir də neçə min tümən get-gəl pulu, yemək pulu fərq edir. Amma biz bu neçə yüz min tümənin zəncirin boynumuza salıb özümüzü xəfələməyəcək, özümüzü boğmayacaq. Biz əgər haqqımızı istəyirik, əgər prezident Erdoğan cənablarından istəyirik ki, qabağına deyək, xoş gəlməsən bizim vətənimizə, Tehran bizim vətənimizdir. Tehran bizim toprağımızdır. Ora getməliyik, orada danışmalıyıq, orada bunu göstərməliyik. Burada təbii ki, biz qazanmışıq və qazanacağıq. Bir də elə içəridə internet zəifdir, dostlarım biri mənə yazdı ki, maalesef elə səsləri açamamışım. Yəni, internet o qədər zəif içəridir, dostlarım çox hələ səsləri dinləyə bilməyir. İnterneti maalesef necə Instagram'ı bağlılar, fikir sınırından daha çox çarpılsa bilirlər. Sağ olun, mən də bunu gördüm, dostlar danışırdılar. Dostlardan biri yazıbdı, bəlkə Kalbın bir bayrağa kan, nə tür belə bir şeyi vardı, yəni bir şeirin şeyi yazıbdı. Sonra soruşublar, siz haranın sorumlususuz, yəni haranın məsulusuz. Mən heç yerin məsulu deyirəm. Mən çox güc eləsəm özümün məsuluyum. Amma Azərbaycanda bir vətəndaşam. Azərbaycanlıyam, Türkəm, Azərbaycanlı vətəndaşıyam. Türk dünyasında bir vətəndaşam. Onun üçün də bir Türk olaraq nəzərimi deyirəm. Amma bəzi insanların mənim qələmimə görə ya bəzi yazılarıma görə, bəzi danışıqlarıma görə məhəbbətləri var, onlarla da dərdi dil edirəm. Mən ürəyimdə olan sözləri, əgər mən özüm Təbrizdə olsaydım, neynərdim sorusunu soruşsaz,
Mən gedərdim Tehrana. Mən gedərdim Tehranda qışqırardım. Mən gedərdim Tehranda bayraq götürərdim. Mən gedərdim Tehranda, bayraq götürüb məni mühakimə eləsinlər. Mən Güney Azərbaycanın bayrağını götürüb məni mühakimə eləsinlər. Yəni mən nədən ötürü yaşayıram bu dünyada? Nə qədər yaşayacağam? Bunun üçün mənə bir böyük iftixardır, böyük fəxridir ki, Azərbaycanda olaydım, gedirdim. İndi dostlar soruşa bilərlər ki, axı sən ki orada deyilsən, deyirsən gedərdim. 1385-də mən zindandan çıxmışdım 10 günüdür. 10 günüdür. 2 gün qabaq İdarə İttilat və Sipah paslarının adamları mənə apardılar bir yerə. Dedilər, Qələbabəkə getməyəcəksən. Əmr verdilər. Qələbabəkə getməyəcəksən. Və biz də sənə bu imkanları verəcəyik. Əgər Qələbabəkə getməsən, bu imkanları verəcəyik. Bir də imkan saydılar. Ki, əgər mən Azərbaycanı sevməsəydim, yalancı olsaydım, o imkanları alsaydım, əslən Kanadada mən o imkanlara əl sata bilməyəcəm. Bəlkə 100 ildən sonra o imkanlara əl sata bilməyəcəm. Amma mən dedim, o gün mən 2 gün fikirləşim, sizə cavab verim. 2 gündən sonra dostlarımla bərabər getdik Qələbabəkə. Qələbabəkdə İmam Cümeylə Sipahpasların fərmandahi ilə ittilatla Qələbabəkin dərəsində rəhmətlik Bəxtavər, onun oğlu və bir-iki ayrı dostlarla getdik, danışdıq, belə müzakirəyə girdik. Hətta biz gəlmişik, bura gedəcəyik, dağa qabağımızı ala bilməyəcəksiniz. Getəli də orada qaldıq, məni gəldilər tutmağa, dostlar məni oradan çıxartdılar, mən gəldim bura. Yəni, mən olsam Təbrizdə gedirəm Tehrana. Çünki mənim mən olmağım, o şey ki məni mən eləyir, insaniyyətim, azadlığım, hürriyyətim, hüviyyətim, dilim, mədəniyyətim, tariximdir. O zaman ki bunlar yoxdur, mən yoxam. O zaman ki bunları bağırıram ki, mən İnsafəli Hidayət Türkəm, Azərbaycanlıyam, dilim qəsb olub, tarixim, mədəniyyətim qəsb olubdur, dilim rəsmi deyir, dilim oxunmur, mənim Urmu gölüm var aradan gedir. O birisi şuarlarımızı da bizim topraklarımızı qarət edirlər, mədənlərimizi qarət edirlər, insanlarımız işsizdirlər, məvadı müxəddiri yaymısınız, falan eləmişsiniz. Onda mən hüviyyətimi tapım, onda yaşamaq haqqı mən özümə qazanıram. Mən yaşam haqqı, azadlıq haqqı üçün gedərdim Tehrana. Təbii ki, gedərdim. O da o suallar ki, mən cavab verdim. İndi dostlardan bir ayrısı. Ben de selam vereceğim size ve konağınıza. Bir de sualım vardı. Bu Azerbaycan ki, şimdi bu tür falan oluyor. Bizim bu yeraltı yıllarımızı şey aparırlar. Kullan kızıldı, misli. Bunlar kullan çerçevede taşırlar. Bir ilçeden de sonra kalmaz da. Ve bizim tercihimiz ne nedir? Ve biz ile bu sakit kalacağız. İtiraz edenler oluyor. Ne nümayəndəmiz beni, ne bir nefer var. Buraya kim cevap verir? Bizim 2 yıldan sonra da fikir misalımız kalmaz. Neylemeyiz Cumhuriyet'te? Dostlardan biri yazıbdı. Dostumuz yaşasın Azərbaycan cənabları bir mühüm məsələni dedilər. Ki bizim toprağımızı, mədənlərimizi, iqtisadiyyatımızı qazandığımız helal pulu qarət edirlər, aparırlar. Bir neçə ildən sonra bizim bu topraklarımızda bir mədən qalmayacaq ki, bizim nəslimiz istifadə eləsin. Doğru sözdür. Bu mədənlər bizim topraklarımızdadır. Amma bugün bunu kim aparır? Düşmən. Siz içəridə olduğunuz üçün deyəmirsiniz, amma mən eşikdə bunu deyə bilərəm. Düşmən bu günləri bizim topraklarımızı qarət edir. Qarət edir.
qızıl deyil. Bizim daşlarımızı, torpaqlarımızı, gəz torpağımızı, siman torpağımızı, nə bilim, misimizi, gümüşümüzü, qızılımızı, mərmər daşlarımızı, məmuri, hər şeyimizi aparırlar. Belə torpağımızı aparırlar. Torpaq. Torpağımızı satırlar ərəb məmləkətlərə. Bizim torpağımızı aparırlar. Azərbaycanın torpaqlarını vururlar konteynerlərə, daşıyırlar Xəlicə, Xəlicdən aparırlar, ərəblərə satırlar. Kilon bir tümənə də satsalar, mənim torpağımın puludur. Müftə də versələr, mənim torpağımın puludur. Azərbaycanın bu imkanlarını satırlar. Azərbaycan da bu tərəfdən məcbur olur köçməyə üçün. İş yoxdur ki. Çünki iş qoymurlar burada düzəlsin ki. Bunun üçün, əziz dostlar, biz hər fürsətdən istifadə eləməliyik, fəqət Azərbaycanı bağlamalıyıq. Baxın, farslar da xiyabana çıxır, biz də çıxırıq. Onlar öz sözlərində desinlər, biz öz. Onlar məsələn desinlər, Kərrubi, biz deyək ana dildə mədrəsə. Biz deyək bizim dilimizin rəsmi olması. Biz deyək Urmu gölünün abad olması. İkinci, baxın, indi biz məsələn deyirəm, Təbrizdən, Ərdəbildən, Zəncandan, Qəzvindən, Urmudan, tamam kətlərimizdən, şəhərlərimizdən insanlarımız dursunlar, düşsünlər, gedirik biz Tehrana. Bir daha trafik olsun Təbriz ilə Tehran arasında, o utmanlarda, xiyabanlarda, caddələrdə. Bunu nümayəndə məclis görəcək, bunu ittilaat görəcək, bunu ərkeş görəcək, bunu Sipah Pasdaran görəcək, bunu xarici dövlətlər görəcəklər. Görəcəklər bir dənə pasıqahları bağlayıblar, tamam hər yer, məsələn deyirəm, Təbrizlə Miyana arasında pasıqahı bağlayıblar, Təbrizdən qoymurlar gedərlər. Miyana ilə Zəncan arası doludur. Zəncanda bağlayıblar, qoymurlar gedərlər, Zəncanla Tehran arasıdır, Qəzvin arası doludur. Qəzvində bağlayıblar, qoymurlar gedərlər, Qəzvin ilə Tehran arası, Kərəz arası doludur. Kərəzi bağlayıblar, Kərəz ilə Tehran arası doludur. İndi bunu baxın ki, məsələn, ayrı ustanlardan da, Qumdan da Tehrana tərəf, nə bilim, Həmədandan da o tərəfə, Cilandan da o tərəfə yollar beləsi tutular. Bu bizim zəfərimizdir. Bu bizim mübarizəmiz. Bu müsəlsəldən 100 dana bombudan güclüdür. Baxın dostlar, bu iki Tehran məcbur oldu. Təbrizdən apara Tehrana bu iclası. Qoymaya biz Erdoğan cənabları ilə öz Təbriz şəhərində, nəinki Türk şəhərində, yox, Təbriz şəhərində görüşək. Bu bunu göstərdi ki, biz 100 dana bomb partlasaydıq, orada bu mənada olmaz. Bəs bu bizim, yəni biz orada 1000 dana partizanımız olsaydı, geçseydi orada xiyabanlarda savaşsaydı, Babər buyurun bu gücü göstərməzdi siyasi gücü. Bunu məclis nümayəndələri gördü, bunu ittilaat gördü, Sipah gördü, hər yer bunu gördü, analiz edəcək sonunda deyirlər, Türklər buradan qazanıblar. Biz bu qazancın qabağını alaq. İndi biz bu qazancın davamını almalıyıq. Biz bu qazancı geçsək qabağa nümayəndə də bir cəsarət tapacaq. Bir belə adamın dalısında durubdur. İkinci, biz nümayəndələrimizdə sorğu ala qoymalıyıq. Niyə danışmırsınız? Nümayəndələr hardadılar? Niyə etiraz eləmirlər ki, Təbrizdən getdi, niyə getdi ora? Niyə Şurayı şəhərlərdə olublar ki, niyə Təbrizdən getdi Tehrana? Niyə siyasilərimiz lal olublar ki, niyə Təbrizdən getdi Tehrana? Biz gərək burada da Tehrandan sual istəyək. Bu deyil ki, yox getdi, okey getdi. Yox, ittifaqa biz soru sormalıyıq ki, niyə Təbrizdən apardılar Tehrana? Bunu da Tehranı və Farsları məcbur eləməliyik, buna cavab versinlər. Yəni, hər halda biz qazanmışıq buradan. Buradan bu üzrə də qazancı bizimdir. Çıxacaq xiyabana öz sözümüzü, o şüarımızı deyək. Həmişə öz sözümüzü, o şüarımızı deməliyik. İqtisadımızı orada səslənməliyik. Məclisin qabağında dediyim, biz öz şüarımızı. Baxın, məsələn, filan kənddə, Tükandərədə qızıl mədənlərini aparırlar. Tükandərəlilər qızıl mədənində ana dilinin yanında, Urmu gölünün yanında səsləməlidir. Məvadlı müxəddirin yanında səsləməlidir. Yəni, bir nəfər 3 dana plakat götürsün əlinə. Nə irad var? 5 dana plakat götürsün. Hər nəfər, əsən plakat olsun tamam xiyabanlar. Yəni, adamlar otursunlar, plakat görsənsin, adam görsənməsin. Nə irad var? Maskı vurun ağzıza, ağzız görsənməsin, plakatları görsənsin. Nə qədər əhsis alırlar, salsınlar. Mənim internetim yoxdur, yazsaydınız yaxşı olardı.
O da heç Suriya dostların fərqli fikirləri. Tamam. Bir dostumuz yine danışır. Sana saygılar, Şahin sevimli dostum. Siz bir soru sordunuz. Ben özün olanında cevap vereyim. Şahin Səfəri bəy də özü nə tür görsəz cavab verə biləcək. Bəli, bunlar bizim yeraltılarımızı çəkirlər, aparırlar, elə yer üstlərimizi, mənabəyimizi və düşmanlıqlarımızı göstərirlər ki, dilimiz necə yasaqdadır və Azərbaycanın necə demək olar bir viranəyə çalışmaqları. Məncə elə bu Tehrana getməyin özü böyük bir dənə peyam verməkdir. Yəni, inqilablar kiçik yerdən başlanıb. İnqilablar elə bir yerdən başlanıb ki, heç kəs fikrini eləməyə. Necə ki, Misrin inqilabı bir dənə əlayaqda və siyasətən bir gənc özün yandırmaq ilə Misrin dövlətinə vəzlədi böyük inqilab oldu. Ya, bu qısı elə dövlədə o bəğara ərabət qoymuşdular. Məncə elə bu bizim Təbrizi otumu yasak elədilər. Şahin Səfəri bəy də şeylə bizlə bir fikirdədir. Böyük zəfər oldu bizə. Yəni biz peyamı siyasi bütün dünyaya verdik. Bütün medyalara verdik. Və ikinci zəfərimiz budur ki, özümüzü Tehrana çıxa bilək. Elə siz özünüz, hər şey bu qrupda var. Peyamları verəsiz dostlara, biz də burada reklamı verəcək ki, Tehranda araya yaxşımağımızın önəmi var. Tehranı biz 16 yaş yaratdı burada, bunun adı gün olanlarla əvəzlənəcək. Məsələn, biri Meyrə təzahüratına yaradacaq, iki İsfəndə təzahüratına yaradacaq. Daha inşallah zəfərimizi qazanaq. Yəni də buradan bir yana düşmənin demək olar buraxmalı dəyirik. Yəni, düşmənin gün başını qatacaq. Elə 16 yaş əybədə də bizə demək olar bir dənə başlı aşı ola bilir. Dostumuz yaşasın Azərbaycan. Bir dostumuz yazıblar ki, salam və təşəkkürlər. Getdi, bağışlayın, o deyil. Salamlar, sayğılar, Sayın Səfəli. Sizcə 100 ilə yaxın Türkün mübarizə yöndəmi geçmişə görə 180 dərəcə dəyişməli olubdurmu? Çünki dünyanın modernitə sayəsində mübarizə metodları dəyişilməlidir. Azərbaycan Milli Hərəkatının uzmanları nə işlər görməlidir? Dostlar, biz geçən yüzildə dəfələrcə müxtəlif hərəkətlər eləmişik. Şeyx Məhəmməd Xiyabani birinci hərəkətdir, məşrutə inqilab əlbəttə ondan qabaq. Məşrutə hərəkatı, inqilab deyil, bunu yadınızda saxlayaq. Məşrutə hərəkatı, cönbeş-i məşrutə var. İnqilab-ı məşrutəni Pəhləvi Dovvum, ikinci Pəhləvi yaradıbdır. Belə bir şey yoxdur tarixdə, inqilab yoxdur orada. Orada islahatdır üstdən aşağı. Tamamilə o məşrutə hərəkatında hərəkətlərin başında şahzadələr otururlar və şah özü. Onun üçün də görürsünüz ki, məşrutə hərəkatında ya cümbüşündə farsca bir nəfərin burnu qanamdır. İstibdadi səğir ayrıdır ki, adını qoyublar, istibdadi səğir elə o məqsədə qoyublar. O ayrıdır. O məşrutiyə rəbti yoxdur. Məşrutədən sonra terrorların nəticəsidir ki, farslar terror yaradırlar, onun nəticəsidir o. Amma məşrutədən sonra, hərəkatından sonra ki, islahat hərəkatıdır əslində. Şeyx Məhəmməd Xiyabani hərəkatı başlayır. Bir dövlət qurur Farsistanın canında. Adı Azadistan. Yəni, bu bir müstəqil məmləkətdir dostlar. Diqqət buyurun, adı Azadistan. Özünün ordusu var. Tehranla da savaşır, ölür. Sonra Riza Palani gedəndən sonra bir hərəkət başlayıbdır. İkinci dünya savaşından savaşı ilə eyni zamanda Azərbaycanda hərəkət gedir. İranın hər yerində, Riza Palani gedəndən sonra İranın hər yerində bir azadlıq hərəkatı var. Azadlıq hərəkatı var. Azərbaycanda o məqtə tarixdə çox böyük hərəkət edir. Amma bütün Rus və İngilistan, Amerika işğal ediblər bu bölgəni. Onun üçün heç kəs o məqtədə o gedən azadlıqlara fikirləşmir. Amma jurnalist dərslərində bunun tarixi bəhs olar. Ki, Riza Palani gedənə qədər ruznamə belə yoxdur orada. Sonlarda bir Keyhan İttilaat çıxır, bunlardan biri çıxır. O gedəndən sonra birdən-birə bir azadlıq hərəkatı başlamış ki, bəzi tarixçilər bunu
məşrutə hərəkatı ilə və məşrutədən qabaqçı azadlıq hərəkatları ilə müqayisə edirlər. Ondan sonra yenə bir ayrı hərəkət vardı. Nəft hərəkatı. Orada da böyük Azərbaycan böyük bir rol oynayıbdı. Çox böyük rol oynayıbdı. Ondan sonra ərz edeyim, əlbəttə yenə orada milli hökumətimiz qurulur. Yenə bir dövlət qururuq. Demokratik dövlət. Adı demokrat idi. Baxın, bunun firqə demokrat deyəndə firqə hizb anlamında. Hizb Demokratik Azərbaycan iş üstə gəlir millətin rəyi ilə. Yəni seçim olur, seçimdə bu hizb rəy qazanır, dövlət qurur. Ordu qurur, təyyarəsi var, tancı var, topu var, tüfəngi var, savaşır. Bir ilin içində bir gün savaşsız geçməyibdir. Bəs o məqtələrdə biz savaşmışıq, sonra gəlir bizim savaşlarımız devam tapır. Türk dilin oddurlar, yandırırlar kitabları. Amma Türk şairlər ölmürlər, dirilirlər torpaqdan, o kitablardan. Səməd Behrənci çıxır, Qulam Hüseyin sahibi çıxır və çoxları çıxırlar. Zehtabi çıxır, ərz edeyim xidmətsə, Cəvali Heyət çıxır. O qədər böyük alimlərimiz çıxır ki, ta gəlir 57-də Azərbaycan hərəkatı yenidən qalxır. Tarixdə görsənməyən bir hizb qurulur, adı Xalq-ı Müsəlman Azərbaycandır. Bu Xalq-ı Müsəlman bir üstə 5 milyon üzvü var. O məqtədə 57-də oradan gəlir, ta indiyəcən Azərbaycan hərəkatı daimən hərəkətləri daimən dəyişir. Dünya dəyişirdi, o da dəyişir təbii ki. Amma biz indi daha çox dəyişməliyik. Niyə? Çünki dünənəcən bir ruznamə çıxada bilərdik. Sansür idarəsindən ya polis gələrdik, tutar da aparardık. Qoymazdı çıxar. Bir kitab çap edərdik, bir şeir yazardıq, farsça ya türkçə, ondan ibarət idi. İndi mənim əlimdə, sizin əlinizdə bir telefon var. Bu telefon dünyaya bağlıdır, internetə bağlıdır. Heç kəsi sansür eləmək imkanı yoxdur. Mən burada danışdım, sonra silməsəm belə, bəlkə dostlar bunu ayrı bir qrupa göndərsələr, mən silsəm də o getməyəcək. Bu qədər mühümdür. Həs tarix dəyişibdir, imkanat dəyişibdir, biz də dəyişmişik. Bizim indi dostlarımızın hamısının əlində imkan vardır, hamı yazır, hamı danışır. Hətta bu online sanal sahəsində, internet sahəsində, sosial şəbəkələrdə yazılan kəmpeynlərin rahpeymalıqlar, mən deyirəm buna, rahpeymalıqların əsasındaydı ki, biz görürük İran bu qədər dəyişdirir, bir dənə siyasi oturumun üstündəki aylar işləmişdilər. Bir protokol var, baxın bir dünyada siyasi oturumlar üçün, görüşlər üçün protokol var. Saat neçədə nə iş olacaqdır, ondan sonra nə yiyiləcək, qaşıq harada olsun, çatal harada olsun, nə bilim, yemək nələri olsun, harada qoyulsun, kim gətirsin, harada gətirsin, necə gətirsin, salam necə olacaq, əleyş necə olacaq, görüşəndə necə olacaq, oturanda üzbəyüz necə oturacaqlar, kim kimin qabağında olacaqdır, kimin qabağında nə olacaqdır, kim danışanda kim nə edəcəkdir. Protokol siyasi, yəni bunu demək ki, orada görüşlərdə nəfəs çəkmək siyasidir, bərnamə üzrəyədir. Bu deyil ki, bir nəfər ilə qıçın götürə bura qoya öz başına. Onun bir anlamı var. Hər kəs hər səndəliyin üstündə otur, hangi səndəliyin üstündə otur? Bunun bir siyasi anlamı, protokol siyasidir. Protokol əsasında, yəni aylar otururlar, buna bərnamə tökürlər. Dövlətlərin üçü. Bu deyil ki, İran dövlət desin ki, mən səndəliyini bura qoyacağam, bunu da qoyacağam, bunun qabağına bunu qoyacağam, bunun qabağına bunu qoyacağam. Xeyr, bunu üç dövlətin məmurları aylar oturanlar yazarlar. Əgər indi bunu aylar oturub yazmağı, milyonlar dolar xəzinəni aradan götürür, bu sizin mediada çalışmağınızdır. Sizin sosial şəbəkələrdə huzuruzdur, huzuruz rahbeymalıqdır. Huzuruz qışqırmağızdır, yazmağız, bağırmağızdır, danışmağızdır. Şuarızdır, plakartızdır. Odur ki, bu görürsünüz ki,
gedir qabağa, biz də dəyişdirmişik, amma milli fəallar daha çox fəal olmalı, daha çox yazmalıdırlar, daha çox radikal fikirlər yazmalıdırlar. Niyə biz qorxuruq bayrağı götürməkdən? Dostlar gördün, yazıblar ki, bayraq, nə bilim, elədir, belədir, hərəli bir bayraq. Yox, ucuz deyil, bayraq bir millətin sembolüdür, bir millətin hərəkətidir. Bir bayraq ki, gedir ora, yəni bir millət gedir. Niyə Amerikanın bayrağını yandıranda deyirlər ki, Amerikaya tohindir? Niyə İran Amerikanın bir dana parçanın üstünə əksini çəkir, yandırır? Çünki bu bir millətin semboludur. Güney Azərbaycan bayrağı ki, təsvib olubdur, bu bir millətin semboludur. Bunu əgər bir nəfər götürür, gedir xiyabana, yeni bir millət gəlir xiyabana. Çox mühümdür. Bunlar o cürdə deyil ki, yox. Amma biraz daha məncə radikallaşmalıdır, yazmalıdır, fikirləri qorxmamaqdan ortaya qoymalıdır və çoxalmalıdır. Nə qədər bizim yazarımız çoxalsa, belə demək olar ki, hökumət zəiflər və tutmağa da imkanı olmaz. Bir başqa dostumuz yazıblar ki, amma eşitdiyimizə görə İran hakimiyyəti Azərbaycana, Tehrana gedən yolları bağlayacaqlar. O zaman nədir olacaq? Tamam, mənim dostlardan biri yazıbdır ki, aman eşitdiyimizə görə İran hakimiyyəti Azərbaycana, Azərbaycandan Tehrana gedən yolları bağlayacaqlar. O zaman nədir olacaq? Mən dediyim budur, deyək ki, bağlasınlar. Biz xiyabanları buradan Tehranacan eləyək, trafik eləyək. Hardan bağlıdırlar, oradan o yüzden o birisi şəhərin qabağa, öhdəsinə. Məsələn, dedim, misal vurduq, Təbriz Miyana arasında polisraf qoymadı cidaq. Oradan o yüzəni Miyanalılar dolduracaq. Miyanadan o yüzəni Zəncanlılar dolduracaq. Zəncanlıdan o yüzəni Qəzvinlilər dolduracaq. Qəzvindən o yüzəni Kələtlər dolduracaq. Kələtdən o yüzəni Tehranlılar dolduracaq. Tamam, Tehranda yaşayan Türklər dolduracaqlar. Yəni, biz əgər burada baxın, görün nə əzəmətli bir rahbimalı olar. Həm maşında, həm də maşının içindəki adamlar. İkinci, yolu bağlasalar, 100 dana maşın geçsə, ona necə bağlarlar? Sürsən sən geçsə, o neyə inəyəcəkdir? Məsələn, orada 4 dana polis sənin üstünə güllə atacaq. Deyəcək, niyə gedirsən? Bu böyük bir məsələ olar ki. Bəs, biraz da biz cəsarət eləyəcəyik. Biz də gərək yoxmayaq. Ya, mən gedirəm Tehrana. Sənin nə haqqın var yolu bağlayasan? Sənə kim deyib mən yolumu bağlayasan? Niyə bağlamırsan? Niyə bağlırsan, qoymursan mən gedirəm Tehrana? Tehrana getmək qəlağan deyil ki. Amma bunu gərək biz cəsarət eləyək. Biz. Polisin əmri verəcəklər, onun vəzifəsi odur. Bizim polisin qabağında vəzifəmiz nədir? Haqqımızı almaq üçün, insan kimi yaşamaq üçün bizim vəzifəmiz nədir? Bizim vəzifəmiz budur ki, polisdən dilənək, ərkeşdən dilənək, pastarlardan dilənək, farslardan dilənək, yoxsa bu haqqı çıxaq hüququmundan çıxaraq. Mütəəssifanə, geçən yüzündə bizə öyrədiklər ki, dilənin, yolcu olun, dilənin, əlinizə atın, farslar bizə deyiz haqq verdi. Haqqınızı almaq üçün xiyabana çıxmayın. Bunu bizim mədəni hərəkət öyrədir. Mədəni hərəkət əbəda və əsla bu deyil. Mədəni hərəkət bir mübarizədir. Haqqını bilirsən, haqqı üçün güllədən istifadə eləmirsən. Amma bu da deyil ki, onlar səni öldürürlər, sən sakit qalırsan. Nəhayətdə sənin beynəlmiləl qanunlar üçün haqqı difa varındır. Bu da bir şey. Bir başqa dostumuz soruşubdur ki, bir dostumuz soruşublar ki, inşallah ayın 16-sında mən özüm Novemdə dostlardan xahiş edirəm, birinci dəfə gəlin bunu özümüzə vacib eləyək, Tehrana gedək, özümüzü görsədək. Əgər sakit otursaq, yeraltıları aparanlar, sonralar şahid ala qoyacaqlar. Özümüzü aradan aparmaqla bizim yeraltı aparmaq, bizim nəsli xoşluğumuzun qabağı olubdur. Dostumuz hər halda cümlələri üçün əcələ ilə yazır, biraz fərqli yazıbdır.
biraz da bu ərəb əlifbasından, fars əlifbası deyil, ərəb əlifbası ilə türkçəni yazmaq çox çətindir. Hər kəs də yazsa bunu qələt oxumaq olar. Onun üçün də mən üzr istəyirəm, amma doğrudur dostumuzun, yaşasın Azərbaycan dostumuzun yazdığı çox doğrudur. Biz gərək gedək, gərək burada özümüzü görsədək, gərək düşmənə deyək ki, bizim vətənimizi talan eləməyi dayandır. Stop elə, bəsdir. Bizim dilimizi, tariximizi, toprağımızı, suyumuzu, mədənimizi, işimizi, iş gücümüzü, pulumuzu cibimizdən maliyyət adına, oğruluq eləmək adına, ixtilaf adına apardığın bəsdir. Bəsdir. Bizim vətəni talan eləmir. Dostumuzun sözünə mən qoşuluram, doğrudur. Bir dostumuz Cəfər Əlizadə adında bir dostumuz, Əmir Yurdsevən adında bir dostumuzun mesajını göndəriblər, yazıblar ki, bizim bir məkan lazım, bizə bir məkan lazım Tehranda. Biz Tehranda, yəni hara toplanmaq məsələ ehtimalən deyirlər, Tehran düzdür çoxunluq olaraq türk şəhridir, amma Fars faşistinin mərkəzidir. Doğrudur, doğrudur. Amma Tehranda o hökumət, Fars hökuməti Tehranda apardığı zorluğu Təbrizdə 10 qatını aparır. Yəni, əgər Təbrizdə xuşunəti 1 dərəcədir, bağışlayın 100 dərəcədir, Tehranda 10 dərəcədir, 8 dərəcədir, 7 dərəcədir, bəlkə də azdır. Onun üçün Tehranda bizim toplanmağımız, çünki milyon qabağında səfirlərlə tamamilə dövlətlərin sabahları gözü, yəni o günkü gün, 1-2 gün qabaqdan, 1-2 gün sonrayacaq gözü Tehranda olacaqdır. Onun üçün İran dövləti Tehranda çox da, o faşist dövlət Tehranda çox da zor görsədə bilməz. Necə ki, siz hətta o yaşıl hərəkatında baxsaydınız, onunla Azərbaycanda olan xuşunəti görsədiniz. Çünki Azərbaycanda xarici media yoxdur, səfirliklər yoxdur, falan yoxdur. Azərbaycanda hər iş görə bilir, azaddır. Tehranda o qədər də azad deyil. Sazımanı biləlim filanın orada şeylər var. Onun üçün mən nəzərimə gəlir ki, Tehranda yığışmaq daha yaxşıdır, daha rahatdır, daha həzinəsi azdır. İkinci, Tehranda hara yığışaq? Tehranda Xiyaban-ı İnqilab, Meydan-ı İnqilab, Meydan-ı İmam Hüseyin harası? İnqilab və İmam Hüseyin arası, yəni danışıqla Tehran qabağı. Məmulən yığışmaq yeri. Karşı danışıcı var Meydan-ı İnqilabla şeyin arasında, Meydan-ı İmam Hüseyin arasında. Ora yığışmaq yeridir. Oradan başlaya bilər, danışıqla Tehranın qabağında toplana bilər və burada əgər 10 dana türk görürdüyünüzü, səlam əleykim, necəsən, türkçü danışsan, bəllidir, yığışacaq, danışacaqsan, olacaq, yavaş-yavaş olsun. Bizim Farsının fərqimiz budur ki, baxın, biz xiyabanda Farsı, türkçü danışanda, yəni ki, bir-birimizdən toplaşırıq. Fars bir-biri ilə Farsı danışanda bilmir ki, toplaşır. Çünki onların dilləri Farsdır. Bizim məsələn rəmzi bu ki, mən də gəlmişəm xiyabana, çıxan xiyabana danışan, etiraz edən türkçü danışmaqdır. O zaman ki, türkçü danışırsan, səlam əleykim olan, xoş gəlmişsən. Bu özü yəni ki, mən də gəlmişəm, sən də gəlmişsən, xoş. Amma farslar bunda bu tür bir şeyləri yoxdur. Əsən rəmzi bu ki, biz gəlmişik Tehranda toplaşaq, çıxaq xiyabana, elə bir şey səlam əleykim, yox, türkçü danışaq. Bu özü bir rəmzidir, ismi rəmzidir. Bu rəmzi biz istifadə eləsək, bizə çox faydalı olur. Bir başqa dostumuz yazıb ki, bütöv Azərbaycan vətən qalanını oxuya bilmirəm. Azərbaycana bir başqa dostumuz yazıbdır ki, bütöv Azərbaycan vətən adında bir dostumuz yazıb ki, Azərbaycana federal lazım deyil. Güney Azərbaycan müstəqil dövlət olması üçün savaşsın. Yəni, Güney Azərbaycan müstəqil dövlət olmaq üçün savaşmalıdır. Bu da mənim şəxsi nəzərimdir. Buna görə də bir təhqiq eləmişəm. Əxirən dostlarım bir şey qoymuşdu. Orada bir təhqiq elədim. O təhqiqi mən əgər burada xülasəsini tapsam sizin üçün də burada deyərəm. Bir dana dostlar qoymuşlar ki, İranla Amerikanın savaşı olsa, cipiyə girib burada ölmək istərsiniz, şəhid olmaq istərsiniz. Dostlar ona 750-yə yaxın ona cavab vermişdilər. Cavabların 200-ə yaxını, 557-sə əgər səhv eləmirsəm, o suala cavab vermişdi. Qalanı, yəni o 200 neçə dana öz aralarında mübahisələr olmuşdu. Orada sual farsıdır. Fars olduğu üçün də cavablar fars yazılmalıydı. Amma 4 nəfər 57 nəfər əgər iştibah eləməsə deyirlər, biz gedərik savaşa.
Onlardan 4'ü Amerika, 50 il Amerika ziddi təbliğatdan sonra fəqət 4 nəfəri Amerika ilə müxalifət eləmişdi. 1-2 nəfər də Türk ilə müxalifət eləmişdi. Qalanı Farsla və İranla müxalifət eləmişlər və Azərbaycanın istiqlallığı. Yəni o 500 nəfərdən mən əgər tapsam bu o 557 nəfərə iştirak eləməsəm, çünki burada mən yazmışam onu, o birisini tapsam yazılarımda mən onu bəli, 557 nəfər cavab veriblər, ondan 517'si kişi, 42'si xanımdır. Onlardan 50'si cəngə getməyə hazırdılar. 462'si cəngə getmirlər. 45 nəfər də tərəfsiz qalıblar. Bunlardan diqqət buyurun, farsız suala 193'ü, yəni 34.64% şeydir. Türkçə cavab veriblər, yəni burada türkçülük görsəniz. 117'si də deyibdir, Azərbaycanca istiqlala gedə İran üçün savaşmaz, əgər savaşmağa girsə istiqlal üçün savaşar. Təbii ki, mənim də şəxsi nəzərim budur, amma nə deyərlər, indiki mərhələdə içəridə gedən hərəkata görə yanlışlıq, onun üçün də bizim millətimiz əvvəl İran dövləti yıxılmalı, sonra bunun yerində özü qərar verməlidir ki, nə cür yaşayacaq. Bir başqa dostumuz soruşubdur ki, bir dostumuz yaşıbdır, eşitdiyimizə görə İran hakimiyyəti gələn yol tapar. Hə, o mən ki dedim, dostumuz soruşmuşdu ki, eşitdiyimizə görə İran hakimiyyəti yolları bağlayacaqdır. Dostlardan biri Türk A.M. yazıbdır ki, gələn yol tapar. Hər kəs iradə eləsə haqqını alsın, haqqını almaq üçün yolu tapar. Savaşmağa məcburdur. Yəni, yalvarmaqla olmaz, dilənmaqla olmaz. Dostların biri yazıb ki, Boyun Zəhra yolu, yolun gəlin dostlar. Bu da bir gözəl önəri. Ha vaxt təslim oldu, biz bilmədik. Güney Azərbaycan bayrağını kim təslim elədi? Güney Azərbaycan bayrağı üçün hər halda Günas TV-də elan oldu. Qrupların bir çoxu bundan müvafiqət ediblər. Müxalifləri də var. Təbii ki, hər şeyin bir müxalifi olar. Önəm daşımaz. Müxaliflər də olsunlar. Onlar da öz gücləri ilə, öz bayraqları ilə çıxsınlar eşiyə. Mühüm deyil. Mühüm budur ki, Azərbaycan bayrağını çıxadasız eşiyə. Hər kəs hər nəmə ilə çıxır eşsin. Azərbaycan simgəsi olsun, ondan çıxsın eşiyə. Dostlarda əmir yurdsevən bayraq məsələsinə girmirik, çünki bu bəhsimizdə isə bayraq məsələsi deyil. Dostlar, bu cür ayrı bəhslərə girməyək. Bizim bəhsimiz budur ki, hər kəs Azərbaycandır. Hər kəs Azərbaycanın nümayəndəsidir. Hər kəs Azərbaycanın özüdür. Azərbaycanın haqqını almaq üçün hər kəsin vəzifəsidir, haqqıdır, çıxaq xiyabana danışaq. Bu hamının həqiqəsidir. Hər kəs də istər Azərbaycan adına bir bayraq götürsə, bu mənim bayrağımdır. Yetər ki, Azərbaycan üçün heç olmasa deyər ki, mənim bir bayrağım vardır. Onun altında, mən bu millətin bir qismini bunun altında sembolik olaraq görürəm. İnşallah bir geçici bayraq olar, bir də dövlət bayrağımız olar. Təbii ki, o dövlət bayrağımız məclis qurulandan sonra olar inşallah. O bayraq təhsil təşkilatı bir bayraqdır. O da ki, getdik, orada danışdıq. Dostumuz istəyir bu savaşı aparaq. Mən bu savaşa girmərəm.
Yaşasın Azərbaycan, dostumuz yazıb ki, salam İnsaf Əli bəy, bu kempeynlər bais oldu, məclisdə bizim vəkillərə çox cürət verdi. Qazipur Kürdlərdən gözəl danışdı, indiyə də tək bu cür danışmamış idi. Mən belə fikirləşirəm, bizim Tehrana hücum çəkməyimiz daha da vəkilləri irəli aparar, yəni beləsini yazmaq istəyirlər, 3 nöqtə qoyublar. Siyasətçilər danışmağa, artıq cürət tapmağa səbəb ola bilər sizcə? Bəli, təbii ki, mən mötəqidəm, hər nə qədər bizlər cəsarətlə çıxsaq meydana, vəkillər də o qədər. Əlbəttə bilirsiniz, baxın, nəhayətində sonunda budur ki, dünəndən bu günə qədər dolar 1000 tüməndən çox gücləndi. Fars pulu, İran pulu 1000 tüməndən az zəifləndi. Bunu demək olar ki, dünəndən bu izəcən sizin hər şeydə gücünüz azaldı. Bu demək olar ki, İran dövlətinin də gücü azaldı. Yəni, əgər İranın pulu azalır, yəni İran dövlətinin gücü azalır. Bunu bilin, bunu yadınızda saxlayın. Pul güc deməkdir. Hər nə qədər gücü azalırsa pulunda, o qədər gücü azalır dövləti idarə eləməkdə. O da sansur eləməkdə. O qədər ordunun üstündə, istihbarat üstündə gücü azalır. Bu bir dənə vaqiyyətdir. Bunun üçün İran dövləti zəifləşir getdikcə. Bu bir vaqiyyətdir. Getdikcə zəifləşir. Günbə-gün İran dövləti zəifləşir. Və zəifləşdikcə biz günbə-gün millətlər, Azərbaycanın türk milləti, türklər, ərz edeyim xidmətizə, ərəblər, bəluçlar, lorlar, türkəmənlər, qəşqailər, bəxtiyarilər, mazənilər, ciyiləklər, bizlər gücləşirik. Yəni biz millətlər gücləşirik. Fars gücü nə qədər zəifləşdikcə, dövləti zəifləşdikcə bir gücləşdir və bu bizim nəfimizədir. Təbii ki, nə qədər biz artıq danışsaq, nə qədər artıq yazsaq, nə qədər artıq cəsarətli danışsaq, alternativ fikirlər ortaya qoysaq, o qədər bizim gücümüz çoxalacaqdır, birləşəcəyik, cəsarət tapacağıq və o qədər eləyə bilərik ki, farslar zəiflik eləsinlər, dalıya keçsinlər, biz qabağa çıxaq. Bu bir vaqiyyətdir. Nümayəndələr də bunun içində istisna deyirlər. Nümayəndələr də gələcəklərin gözüdür. Onlar deyirlər ki, biz sabahları bu məmləkətdə bizi qarət eləməsinlər, bizi öldürməsinlər, bizi mühakimə eləməsinlər, bizi bir yaxçı insan olaraq qəbul eləsinlər. Amma bilsinlər ki, bizdə zorumuz, Tehranda Fars zorludur, Xümeyni, Xameneyi zorludur. Biz də məcbur onlardan itaət edirik. Amma Azərbaycan milləti gəlmişkən biz də ondan üçün eləyə bilirik, dövlət zəifləyirik. Dövlət zəiflədirsin, biz də güclənirik. Nümayəndə də gücləşir. Görür ki, mən necə danışmasam, sabahları mənim başıma oyun gələcəkdir. Bu da bilir ki, baxın bir nümayəndə də bilir ki, İran dövləti yıxılandan sonra, ya yıxılana zaman Farslar bunlara rəhm eləməyəcəklər. Bunlara sahib çıxan yenə türk olacaq. Əgər bunlar nümayəndələri qoruyan türk olacaq, onun üçün məcburdular ki, Azərbaycan millətinə qeyd edir. Dostumuz o payraq savaşı istir yaratsın. Bizim burada mühüm bir məsələmiz vardı. Bu cür savaşlara lütfen girməyin. Baxın dostlar, mən dedim ki, o təhqiq ki, özüm elədim dostumuzun sorusunun üstündə bu nəticəyə yetişdim ki, 10-15 nəfər ya dövlətin adamıdırlar, rəsmən hüquq alırlar, ya da dövlətin adamları deyirlər, amma bir adamlara inanıblar ki, dövlət adamlarıdırlar, onların fikrini daşıyırlar bu qrupların arasına. Orada heç çalışırlar, inhirafi yollar, sorular soruşmaqla, bəhslər yaratmaqla adamları qoymasına əsli bəhs aparsınlar. Əsli bəhs nə idi? Amerika ilə İran savaşına gedərsiniz ya yox. Bunlar istəyirlər deyərlər ki, gedərik, biz müsəlmanıq falan, bu cür bəhslər yaratmaqla istəyirlər deyərlər ki, yox. Biz vətənpərəstlik, Azərbaycan, İran, Azərbaycanlıdır falan, bəhman. Bunlar hamısı əsli bəhsdir. İndi də əsli bəhs nədir? Ağa, biz Tehrana gedək, getməyək. Biz türklərin gücün xarici dövlətlərə, İrana, farslara, panfarslara görsətməyək. Farslara görsədək ki, İranı təqziyə eləyən siz ya yox. İranı, vaqiyyət budur. Bugünkü İrancı vardı, bunu Qacarlar saxlayırlar. Qacarlardan sonra farslar bunun çox qismətlərini əldən veriblər. Bu torpaqları biz istəmirdik təqziyə olsun. Farslar bunu təqziyə eləmək istəyirlər. Bunun üçün də təqziyəni teorisini qoydular, Türk ilə ərəb savaşı saldılar. Millətlərin haqlarını vermədilər,
hüquqlarını vermədilər, istəklərinə iltifat göstərmədilər. Bu da bahis oldu ki, İran gedir təciziyə. Təciziyə əmələn olubdur. O zaman ki, Azadi meydanında, o vərzişgahda qışqırırlar, ölüm olsun Türkiyə, ya söyüş verirlər ərəbə ona buna. Orada yəni millətlər təciziyə olublar. Siyasi cəhətdən təciziyə olunubdur sadəcə. İçəri cəhətdən, ruhi cəhətdən, rəvani cəhətdən, millət baxımından İran təciziyə olubdur. İranda bəlkə dünənəcən 10 il, 20 il bundan qabaqdan Cəngis savaşı, o savaş zamanı İran Əraqa təhmil elədiyi savaş göründə bəlkə bir bütün İran vardı. Bu günləri bütün İran yoxdur. Çünki İranda millət içəridən verilir. O zaman ki bir dara millət dedi, mən Türkçə, o birisi dedi, mən Farsam, o birisi dedi, mən Bəluçam. Ondan sonra o birisi millət, o birisi dedi, ölüm olsun Ərəbə, o dedi, ölüm olsun Farsa, bu dedi, ölüm olsun Türkçə, o dedi, ölüm olsun Farsa. Burada yəni ki millətlər ayrılıblar. Coğrafiyaları da ayrılıbdır, tarixləri də, ruhları da, rəvanlar. Millət yox, bir millət yoxdur, orada millətlər var. Bunun üçün də, əziz dostlar, biz burada müvəffəq eləmişik. Bu dostlar işi bəhs yaradıblar, o bəhslərdən uzaqlaşın. Onlar işi bizim millətimizin düşməni də olmasalar, mütəəssifانə bu bəhsi yaratmaqdan bir yaxşı fikir aparmırlar. Və mən istəmirəm onlara görə, o dostlarımıza görə mövzu tutam. Sağ olun, təşəkkür edirəm buna görə. Dostumuz yazır ki, Sahil İnsafəli uzaqdan qəşəh qızışdırmaq rahatdır. Dedim, əziz dostum, adında oxumayan bir yana bir əcib qərib adın vardı. Çox sağ ol, təşəkkür edirəm. Mən uzaqdayam, doğrudur. Amma o zaman ki, mən içəridəydim, bilmirəm sizin neçə yaşınız var idi, ya nə iş görürdün, ya onlar içəridədirlər, gedirlər, tutulurlar, daimən zindana gedirlər. Bunlar sizə tay deyirlər. Oturub burada demirlər ki, sən bir şey deyir ki, vətən üçün hər şey sən əlindən gələni görəcəkdir. Mənim bu günləri vətəndən qaçmışam, məcbur olmuşam, qaçırdıblar, zorla gəlmişəm bura, mən öz başıma bu günləri qoysunlar, bu gün gəlirəm vətənə. Əlbəttə, nəinki deyirlər ki, bura edam eləyək. Mən edamdan qaçmışam əslində, ölümdən qaçmışam. Amma bu günləri vətənə açıq olsa, mən gəlməm. Mənim dövlətim qurulsun, mən orada gələcəm, təbii ki, gələcəm. Təbii ki, hətta gəlib hizm quracaqam, yəni. Bu mənim görəvimdir vətənim üçün. Onun üçün uzaqdan danışmırıq. Biz o zaman ki, vətəndəydik, vətənin xidmətindəydik. İndi də ki, eşitdik, nəhayətdə eşitdən əlimizdən gələn budur. Danışırıq. Bir ayrı dostumuz, yenə həman dostumuz ki, bir əməli yol göstərir. Nə inki cudaza, bu da baxın, o sözlərdəndir. Əməli yol nədir? Əməli yol budur ki, dostlarımızla danışaq, düşaq Tehrana, tərəf yollanaq gedək ora. Orada da gedək, xiyabanlarda hətta yol yeriməyək, ağzımızı bağlayaq, nəqqaşı eləyək, ağzımızı tikaq, nəqqaşı ilə bunu göstərək ki, ağzımızı tikmişik, iğnə ilə gəlməyək, amma elə nəqqaşı eləyək də ağzımızı. Biz danışmayaq, əlimizdə plakart götürək, hər nə mənə sözümüz vardı, dana-dana olaraq plakart yazaq. Oturaq xiyabanlarda, məsələn, danışqah Tehrandan ta İmam Hüseynəcən, ta Meydanı Azadiyəcən, oturaq xiyabanda, polis gəlsin, bizi aparsın, apara bilir gəlsin, aparsın. Bizim də bu qədər. Gəlsin, tutsun. Nə iradı vardı? 100.000 nəfər tutsunlar, aparsınlar. 1 milyon nəfər tutsunlar, aparsınlar. Heç iradı yoxdur. İndi məlumdur ki, nə vaxt gələcək, harada müzakirə edəcək. Bəli, təbiətən məlumdur, Tehrana gələcəklər. Ayın 16-sında orada müzakirə olacaqdır. Biz ayın 15-dən, hətta 16-sı ilə orada olsaq bizə yetər. Biz hara yığışaq, yenə soruşublar, əziz dostum, Danışqah Tehranla Meydan Azadi arasında, yəni bu ara, bəli Danışqah Tehranın qabağından başlanması səlahdır. Oradan başlanması bizə çox-çox yaxşıdır. Dedim, ismi rəmzidəki ola bilər. O rəmzi ki, biz bir-birimizdən bilək ki, çoxuq gəlmişik bura. Türkü danışmaqdır. Bunu göstərək ki, biz çoxuq, biraz uca danışmaqdır. Səlam əleyküm, nə var, nə yox, ucadan demə ona. Elə bunu göstərək ki, mən gəlmişəm Rahmemalığa. O da mənə deyər, o da ona. Bildik ki, biz burada 10 nəfər ya Allah, plakartımızı çıxadarıq, gedərək orada. Mən özüm Tehrandayım, çox sağ ol. Tehranda, lütfən Tehranda olan dostlarımıza böyük vəzifə düşür. Tamam qruplar içi Tehrandadırlar. Onlar gərək bu günləri deyərlər ki, Azərbaycanın tarixi vəzifəsi Erdoğana və Putinə demək vəzifəsi Tehranlıların boyundadır, şərəflilərin boyundadır, Savəlilərin boyundadır, Şəhriyalıların boyundadır. Yəni, diqqət buyurun, Ərakın boynundadır, Zəncanın boynundadır, Qəzvinin boynundadır. Yəni, bu günləri
bu məntəqədə yaşayan türklər daha çox məsuliyyətləri var. Gərək bir-birlərinə bu neçə gün üçün fürsət var və hətta indi 2 gün, 3 gün, hər neçə gün bu günlərdə, bu saatlarda gərək bir-birləriniz ilə bu internet şəbəkəsində yazışasınız, danışasınız, qərarlarınızı qoyasınız və orada toplanasınız. Bu sizin əlinizdən gələn işdir, orada bu işi görməlisiniz. Bəli, təbii ki, bir çox dostlar burada müvafiqdirlər, dostlar yazırlar, biz gələcəyik, Tehranda yox, ya filan yerdə yox. Bunlar dostlar yazıblar ki, onların da deyin ki, dostlardan çoxu deyirlər gələcəyik. Təbii ki, dostlar gələcəklər, yazırlar da burada, amma mən çalışıram sorulara cavab verəm. Biraz da mən bu, nə deyirlər, biraz da bu şeylərdə zorlanıram ona görə. Tehran bir yerdir ki, ən azı gərək 10.000 nəfər olasan, ta gözə gələsən və hakimiyyət qüvvələri dağıdan niyə? Baxın, əziz dostum, əvvələn Tehranda 10.000 nəfər lazım deyil, 100 nəfər də olsa həman anlamı verir. Çünki Tehranda, Təbrizdə dünya midyası yoxdur. Təbrizdə 10.000 nəfər çıxsa, 1 milyon nəfər çıxsa, mümkündür 2 dana, 3 dana oradan əks gedə eşiyə. Amma Tehranda 100 nəfər danışqa Tehranın qabağında çıxsa eşiyə, 100 nəfər çıxsa eşiyə, orada olan tamam jurnalistlər, səfirliklər, sifarətlər, ittilaat, əmniyyətlər, yəni o xarici casusları deyirəm, hamısı ki, orada xiyabanlarda dolanacaqlar bu neçə günü və bilirlər ki, Azərbaycanlılar oraya gələcəklər, onlar hamısı bu xəbəri dünyaya yayacaqlar. Dostlarımız çox yazırlar, mən yetidə bilməyəcəm. Sevgili dostlar, lütfen bayraq məsələsini atmayın araya. Çünki bayraq məsələsi bir şeydir ki, belə görədir. Mübahisəmiz 16 şəhərlərə görədir, necə ki, burada səsimizi medialara və dövlətlərə çatdıra bildik. Yəni, bu önəmli məsələdir. Lütfen mübahisəyə görə sorun olsa, Dostlardan biri yazıbdır ki, hər kəs Tehrandadır. Lütfen Moğləvi bazarında Türk vətəndaşlara ittila verirsin. Onları özləri Tehranda bir yerə məlum edib yığışsınlar. Yəni Tehranda o Moğləvi bazarında yaşayın. Təbii ki, mən bunu ərz elədim də. İndi sizin əlinizdə telefonlarınız vardı, Telegram vardı, müxtəlif qruplar vardı. Oradan bir-birinizə xəbər verin və yığışmaqlara hazırlaşın. Bayrağı İnsafəli Hidayət sözü açdı. Doğru. Mən sözü açdım, dedim ki, Azərbaycan bayrağını hər yerdə götürə bilək. Və buradan da demədim hangi bayrağı ya hansısını yox. Amma təbii ki, əksəriyyət hansısını götürsə, ya hətta hizbilər öz bayraqlarını götürsələr, bayraqdır. Yəni, bu hizbin bayrağını götürün, gelin Tehrana. Yəni, bunu mən deyirəm, burada cəsarətlə deyirəm. Bir bayraq vardı, onun üstündə bir neçə dənə təşkilat əlaqə yetişiblər, onu qəbul ediblər. Bu bir bayraqdır. Ayrı bayraqlarda əgər bir ayrı təşkilatların vardı, götürsünlər, getsinlər. Yəni, təşkilat bayrağı deyə bayraqdır. Hər halda bir bayraqdır da götürün, gedin. Mühüm budur ki, Azərbaycan, Tehranın, İranın bayrağından fərqli bir bayraq götürün. Yəni ki, bizim bayrağımız olsun. Ona sən inan. Bu mühümdür. İndi bu beynəlmiləli iclas sizə də deyirsiniz ki, işləri olmaz. Bu beynəlmiləli bir iclasdır. Üç məmləkət arasında bir iclasdır, amma çox mühüm bir iclasdır. Onun üçün dünyanın gözü bu iclasın üstündədir. Onun üçün bizə çox mühümmüdür. Onun ətrafında olan məsələ də dünyaya mühümmüdür. Amerikaya çox mühümmüdür. Türkiye'ye çok mühümmüdür, Rusiye'ye çok mühümmüdür, Alman'a çok mühümmüdür, İngilistan'a çok mühümmüdür, Fransa'ya çok mühümmüdür. Tamam, yani dünyaya mühümmüdür, bize mühümmüdür. Hamısından çok bize mühümmüdür. Çünkü bizim haklarımız orada səslənirsə, dünya görəcəkdir. Bir aile dostumuz yazıb ki, mən özüm Tehrandayım, tamam, bu da ona cevap yazıb ki, Türklər fitilyə və başqa olaylarda topxanaya yığışırdılar. Bilmirəm, qalıb birlikdə nə önəlim olmalı, nə önəlim almalı olsun. Üstəlik, Sayın Erdoğan Tehranın harasında görüşəcəkdir, o da önəmlidir. Mən fikirləm ki, konferans Tehranda
ya o bir dana dövlət özü saxtaman düzəldibdi, iclası beynəlmiləli şey tərəfində, bu zindanı evin tərəflərindədir, mənim xiyabanların adı yadımda deyil. Ya orada olacaqdır, ya da ki orada bir gene də qədim Hilton, o bizim otellər var idi. Onun ətrafında olacaq, amma harada olacaq dəqiq mən mütəəssifanə bilmirəm ki, onu sizə ərz edeyim. Mən həman adamam ki, istəyirəm. Əziz dostlardan biri yazıb ki, mənə cavab yazıbdı. Mən orada dedim, mən həman adamam ki, istiqlal və filan onlar üçün danışırdım. Yazıblar, əlləriniz ağılmaz ayaqlarınızdan öpürəm. Yox, əziz dost, mən sizin əllərinizdən öpürəm, gözlərinizdən öpürəm. Biz bir-birimizdən qardaşıq, vətəndaşıq, dostuq, vətənimiz, dilimiz, dildaşıq, qandaşıq, hər şey. Biz bir-birimizdən sonra ayrı adamımız yoxdur. Bir-birimizin dalımızda olacaq. Necə ki, indiyəcən sizlər mənim dalımda oldunuz, mən zindanda ölərdim, sizlər olmasaydınız. Yəni, onun üçün mən sizlərin tək və təkizə borçluyam. Təbii ki, o zaman bu internet olsaydı daha güclü bir hərəkətlər gedərmiş, amma indi sizlərin şansınızdan, sizin nəsli çox xoş şansıdır. Yəni. Qardaşım, əgər həft almaq istədirsək, gərək tavan verməyə tavanımız ola. Doğrudur dostum, biz əgər bir şey istirik, müftə verməzlər. Fars dövləti bizə müftə haqq verməz. Onun üçün biz onu onlardan zorla olmalıyıq. Türklər fitilə filanında dostlarımız ona cavab yazıblar ki, gözəl oğlan biz gərək o yerdə olaq ki, beynəlməli xəbərnamələrlə yoxsa topxana hər yer gün elə türklər əlindədir. Doğrudur. Yəni, hər yerdəki beynəlməli xəbərnigarlar, filanlar vardı, onlarda olmalıdır. Hə də o iclasının yerini tapsaz, oraya toplanmaq daha çox yaxşı gələr. Əllərinizdən və ayaqlarınızdan öpürəm. Qurbanam, çox sağ olun. Əziz dost, belə şeylər bugün pəhin plo olmaz ki. Dostlardan biri yazıb, pəhinlə plo olmaz. Düzdür, pəhinlə əslən plo olmaz. Onun üçün biz əgər ana dili istirik, əgər haqq istirik, əgər vətən istirik, əgər dil istirik, əgər dilimizin rəsmi olması istirik, əgər istirik bizim əleyhimizə İranda danışılmasın, bizim əleyhimizə, bizim mediamız olsun, radiomuz olsun, televizyonumuz olsun, ruznaməmiz olsun, bizim vətənimiz özümüzün olsun, işğal olmasın, qarət olmasın, işimiz çox olsun, muhtatlıq olmasın. Bunun hamısı budur ki, biz gərək çıxaq xiyabana və bunları istəyək. Dostlardan sağ olun, bu gözəl, yəni bəllidir ki, dostların əlaqəsi çoxdur bu məsələyə. Dostlardan biri yazıb ki, lütfən Tehran və ayrı yerlərdə yaşayan türklərə olmadı, mən bunu iştibah elədim. Dostlardan biri yazmışdı ki, mən beləsi elə bilə olmasa saxlayacağım ki, zahirən ötürəndə tapanmıram, hara getmişdi. Mən haman adamam ki, İstiqlal və Traktor müsabiqəsində vəhşicərilə eləyib bizi döydülər. Çox sağ olun, təşəkkür edirəm. İnşallah ki, nə deyərlər, vətənimiz üçün daha yaxşı olarsınız. Hamımız, yəni mən demirəm siz vətən düşmənisiniz ki, hamımız vətənə xidmət edirik. Bunda fikrimiz fərqlidir, düşüncəmiz fərqlidir. Və bu, qəral deyil bizi bir-birimizə düşmən edir, qəral da bir-birimizi gücləndirər. İki dana ixtilaflı fikir bir yerə gələndə ortadan üçüncü ixtilaflı bir dana fikir çıxar. O fikir bu iki ixtilafın səmərəsidir, meyvəsidir, balasıdır. Necə ər-arvadın vəsətdə bir yerə gələndə bir uşaq doğar. İki dana ixtilaflı fikir də ər-arvad kimidir. Vəsətdən fikir doğar. Mən çox sevinirəm ki, dostlar məndən müxalif olalar danışarlar. Amma iclasın bugünkü cələsəmizin fikri budur ki, ayın 16-sında nə eləyək?
Mən buna görə şəxsi fikirlərimi bilirəm. Tamam, dostlarımız yazıblar ki, türklər fikirli və başqa orduqana yarışmışlar. Tamam, mən hamın atamam. Sağ olun. Əlləriz, ayaqlarız. Olmasın Tehran ayrı yerlərdə yaşayan türklər nə qədər özlərini tanıyıblar. Yazıblar ki, dostlardan biri, lütfən Tehran və ayrı yerlərdə yaşayan türklərin nə qədər özlərini tanıyıblara görə də danışın və nə qədər asimilə olublar. Məsələn, Tehran türkləri. Baxın, əziz dostlar, 100 il 1299'da Rıza Palani İngilislerin köməkliyindən kodita el getdi. O gündən bizim ziddimizə kodita olubdu. Kodita Farsların ziddinə olmayıbdı. Türk ziddinə kodita olubdu. Türk hükümətini yıxıblar, Türk tarixini yıxıblar, Türk dilini yıxıblar, Türk ədəbiyyatını yıxıblar, Türk musiqisini yıxıblar, Türk şəhərlərinin qədimi binalarını yıxıblar, Türk şəhərlərinin adlarını değişdiriblər, torpaqlarını değişdiriblər, dilini Azəri eləməyə falan çalışıblar. Hamısı bu 100 illər. Tamam. Hamımız asimilasyon olmuşuq. Yəni, o Türk ki Tehranda Türkçü danışır, o Təbrizlidən çox az asimilə olubdur. Pəs Tehranda yaşayanlar tüm gediblər Farsları görüblər, daha az asimilə olublar. Çünki Türk dilini hələ qorurlar, danışırlar, falan edirlər evlərində, eşkək, yabanda, küçədə, bazada. İclas qoyurlar, falan edirlər. Bunlar bəllidir ki, az asimilə olublar. Amma orada biraz indi təşəkkürləşmək, bir-birlərinə yaxınlaşmaq biraz Təbrizə görə, Ərdəbilə görə, Zəncana görə, Urmiyə görə azdır. O da yavaş-yavaş güclənir təbii ki. Onun üçün biz o dostlarımızı çox ciddi Tehrandakılar asimilasyona, hamımız asimilə olmuşuq. Mənim Tehrandakı türklərdən çox asimilə olmuşdum. O adam ki Təbrizdə, Urmuda, Zəncanda, orada burada Farsı danışır, o Tehrandakı türkdən çox-çox asimilə olubdur. O ustalı danışgah ki, danışgahda İrançılığı uşaqlarımıza, cavanlarımıza, tələbələrimizə, öğrencilərimizə təzriq edir. O, Tehranda yaşayan türklərin 100 qatı asimilə olubdur. Asimilə olmaq, düşünmək qədərdir. Tehranda yaşayan insanlarımızın bir çoxu bilirlər, türklər. Bunun üçün savaşırlar, aparırlar, iclas qoyurlar. Məsələn, 26 il bundan qabaq birinci dəfə Tehranda Vizarət-i Karın, İctimaiyyət salonun bir dana nəqqaş-ı saxtıman pul qoydu, kirayə elədi 3 milyon tümən o zaman. Orada Təbrizdən aşıqları gətirdik. Mən də oranın şeyiydim, müdürisiydim, rəvabitimin məsul idim. Əsəl o iclasın demək olar ki, pulun, müdiriyyətin bir ayrət verirdi, icrası mənim öhdəməydi. Gətirmiş, orada birinci dəfə onu qoyduq. Tamam. O adam, əgər 27 il bundan qabaq gəlib, orada bir aşıq Çəngizi, onun qardaşın, bir ayrı qrupları gətirir, Tehranda oxutdurur. Özdə bir dana nəqqaşı saxtıman ki, savadıda məsələn yoxdur, bunlara demək olmaz asimiyyətlər. Bəlkə demək olar ki, yaşasın qəhrəman, məndən çox düşünürmüş. O zaman mən ondan az düşünürmüşəm. Çünki o zaman eləyə bildim 3 milyon tümən pulun xəşdəsini ora. Mən nə qədər xəşdirdim. Özümüz nə qədər işləmişik. Baxın, ölkəni sorğu-sual altına aparmayaq. Deyək ki, mən nə qədər ana dilimə, vətənimə, toprağıma işləmişəm. Mən. Ölkəyə nə qədər işləyim, ondan için yox. Herkesin özü bilər. Mən əgər düşünürəm vətənimi, millətimi, mən nə qədər işləmişəm. Bu mühümdür. Özümüzü sorğu-suala çağıraq, əslən özgələri sorğu-suala çağırmayaq. Çünki biz məsulluq. Mən əgər vətənimi düşünürəm, mən məsulam. O birislər məsul deyirlər. Dostlarımızdan biri cevabı olarak yazıblar odasında. Əzizim, mən də orada yaşayan bir türkəm, yaxşı iş deyil. Biz eşitdiyimizlə qəzavət edib neçə milyon türkü qoyaq kənara. Doğrudur. Mən də o cür düşünürəm. Tehrandakılar, Kərəzdəkilər, Sabədəkilər, o birisi şəhərlərdəkilər, Əraşdakılar, Qəşqailər. Baxın. Qəşqailərin bu günləri Telegramdakı qrupları iftixar eləməlidir. Və bu son zamanlarda onları mən
güllə atmaqlarını görürəm, əsləhələrini görürəm. Bu da çox böyük bir, əcib bir şeydir ki, mən Azərbaycan türklərində görməmişdim. Görürəm ki, Qəşqaylərin tüfəngi var və bundan nişan qoyurlar, nişanları vururlar və bu çox böyük bir işdir ki, onlar görürlər. Fikir edirsiniz, Tehranda türk haqq tələbi edəndə onların neçə mini nəfəri Təbrizdən, Urumdan və şəhərlərdən gəlir Tehrana. Təqribən demək olar ki, Tehranda yaşayan türklər hər şeyin də arxasındadır. Bu da o da doğrudur. Deməyin, Yığışaq Moləviyə, Moləvi bazarı bəst bir yerdir. Mən də dedim, mənim nəzərimcə İnqilab Xiyabanıdır və iclasın olan yeridir. Onlar çox gözəl bir yerdir. Xüsusən iclasın ətrafı çox mühümdür. Hər bir yer dəyir. Mən qaldım, millət neçə yerə dalacaqdır. Yox, yəni bu doğru sözdür. Biz milləti hər yerə göndərməməli yox. Birincisi, əgər iclasın olan yerinə yığışsalar, ən gözəli oradır. İkincisi, danışqa Tehranın qabağından Meydan Azadi tərəfinə və Meydan İmam Hüseyin tərəfinə, yəni cəmiyyətimizin çoxluğuna qalıbdır. Bu aranı doldurmaq bizə vəzifədir. İclasın da ətrafı təbii ki, çox gözəl olar. Çox gözəl olar. Yaxşı, həmlikdə gedək, mən ora gedəcəm, doğrudur, amma orada xəbərnigar zat yoxdur səsimizi. Mən də bilirəm, iclasın ətrafında olsa çox gözəl olar. Yəni, iclas olan yeri axtara tapaq. Mən də axtarıram gözüm üstə, iclasın yerini tapaq. Hətmən İranda ruznamələr yazıblar ki, hardadır, amma tapmaq yeri çox rahatdır. Tehranda olan dostlarımız Çara Punəşdir, nədir oranın adı? Şeyə gedir. Mənim yadımdan çıxıblar, təəssüfənə. Hər halda Hotel Hilton var idi. Orada ya orada olacaq da iclas, ya da ki o beynəlmiləl iclas ki var idi, düzəltmişlər 82-də, 83-də, yox, 75-76-da düzəltmişlər, onun ətrafında olacaqlar. Rubat Kərim şəhərinin gələcək, çox sağ olun, Rubat Kərimlər elamı amadəcə elədilər, gələcəklər. Dostlar yazdılar ki, Rubat Kərimdən gələcəklər, Tehranın Rubat Kərimindən Tehrana gələcəklər. Təbrik deyirəm, çox sağ olun, sevindim. Ehtimalən minibuslarla, dolu minibuslarla gələcəklər. Ora bir ayrı dostumuz yazıbdır ki, Tehrana gedənlər bir qrup atarıq, verin, təyin edərik. Doğru, yeri təyin edərik. Bu da gözəl bir sözdür. Bir dənə qrup açılsın, Tehranda hara yığılacaq, ora bəlli olsun, ora getsinlər dostlar. Çox gözəl təklifdir, təşəkkür edirəm. Mən 200 nəfər ilə varam, o biri dostlarımı da hamısı yığışıb gedəcəklər. Dostlardan biri də sağ olsun yazıbdır ki, 200 nəfər bərabər gedəcəklər Tehrana. Bəllidir ki, dostlar çox hazırlıqlı vardı. Mən əllərinizdən öpürəm, ayaqlarınızdan öpürəm. Bizim bir-birimizdən ixtilafı fikrimizdə olsa, vətənimiz birdir, dilimiz birdir, millətimiz birdir. Bizim hər şeyimiz birdir. Biz gərək ixtilaflarımızı eşidək, yox, okey, burada bir ixtilafımız var, hələlik bunu məsələn, amma dedim, ixtilafdan gözəl fikirlər çıxar ortaya. Bu da bir ayrı bir məsələdir, çox sevindim, onu da eşitdim. Dostlardan biri yazıbdır ki, hə, yaxşı bir işdir, Tehrana gedənlər bir qrup açsınlar, oradan yığışsınlar. Bu fikri çox dəstəkləyən vardı, gözəldir. Dostlar, Tehrana gedənlər bir qrup açarlar, çox gözəl. Canım, məsələ, sən Türkiyədə ya uşaqıysan, baş tapmıram nə deyir, ehtimalən Türkiyə uşağıyam. Mən iftixar edirəm ki, türk balasıyam, türklər üçün çalışıram, türklər üçün yazıram. Gec də anlasam bunu ki, türklər üçün işləyəm, anladım. Assimilasyondan qurtarmağa çalışıram gecə-gündüz. İftixar da edirəm ki, Türkiyə kimi bizim bir qardaş dövlətimiz var. Əlbəttə, Türkiyə dövləti məni istihdam eləsə işlərəm. Burada deyim, dostumuz mən fikir eləməsin ki, Türkiyə işləmək çox pis bir şeydir. Baxın, bunu deyim dostlar, bunu bilin. Tarix boyu Farslar o birisi millətlərə işləyirlər. Bu günləri Fars opozisyonunun hamısı Amerikaya, İngilistana, Fransaya işləyirlər. Onlardan çörək alırlar deyirlər. Radyo, televizyonları ora bağlıdır. Bizdə bağlı deyil. Amma Türkiyə dövləti bir gün işləsə, cani dillə işləyir. Cani dillə. Yəni, Türkiyə dövləti məni istihdam eləsə, demərəm, yox. Bunu da bilin. Hər nədə olsa özünə.
Bu ittiham deyil, iftixardır. Türkiyə dövlətinə işləmək iftixardır. Azərbaycan dövlətinə işləmək iftixardır. Türkün mənafiini qorumaq iftixardır. Bu bir iftixarlı bir işdir. Mən bundan narahat olmaram. İttiham deyil, iftixardır. Bir ayrı dostumuz yazıbdır ki, mən 200 nəfər hara məlum deyil, hələ inşallah məlum olar, hara toplanasız yerin tapaq. Bir zat deyir ki, xəbərnizar olan yer təbii ki, o da gözəl fikirdir. Və ayrı bir dostumuz yazıbdır ki, yerin atıb bəlli edəcəklər, elam olunacaq, qruplardan, kempeynlərdən bəlli olacaqdır. Belə istəyirəm bir daha düz adres bulaq. Təbii ki, düz adres daha yaxşıdır. O da dostlarımız danışırlar bunu. Əzizim, mən də orada yaşayan bir türkəm, assimilasyona görə bir az fikir eləyim. Mən də sizi bilənləri bilirəm. Doğrudur, sağ olun, yaşayın. Bizim hamımız vaqiyyətdir ki, 100 ildə 4 nəsli bizdən Fars dilində, Fars milliyyətçiliyində, İrançılıq milliyyətçiliyində bizi təzriq eləyiblər, bizi doldurublar. İlinasyon demək, yəni ki, bizim saniyə-saniyə zehnimizə girdiriblər bu mövzuları. Biz indi saniyə-saniyə özümüzü buradan qurtarmağa çalışırıq. Bu assimilasyondan qurtarmaq deməkdir, özgələşməkdən. Assimilasyonun türkçəsi özgələşməkdir. Biz özgələşməkdən qurtarırıq, İngilizcə özgələşmişdik, özgə işləyirik, indi işləmirik. Sırdaş adlı bir dostumuz yazıbdır ki, yaşasın Sayın İnsafəli cənabları, çox sağ olun, faydalanırıq. Teşekkür edirəm əziz dostum, yaşayasınız. Aha, mənim dostlar, təəssüflə mənim telefonumun batırı qutardı, söndü. Mən bunu buradan yazım, göndərim sizə. Əziz dostlar, mən telefonum kəsildi, bir az sizi görə bilmədim, amma çalışacağım ki, buradan desktopla sizlə əlaqədə olun. Çox sağ olun, təşəkkür edirəm. Demək olar, o yazılardan bəlli olan budur ki, dostların Tehrana getmağın üstündə hamının burada olan təvafuqları var. Yəni, hamı deyir Tehrana gedək. Söz budur ki, hara yığışsınlar. Təbii ki, çox yaxşıdır dostlar. İnşallah bir fikir üstə qoyalar, yığışalar bir yerə. Orada o səs çox eşidirlər. Umaram ki, dostlar bir yer taparlar, hamı oraya yığışar. Çox daha gözəl olar. Mən nəzərimə millət özü, Türk milləti özü istəsə Tehranda toplana, Sayın İnsafəli bəy deyən kimi Türk danışmaqla 16 şəhərlərdə çox rahatca bir-birini tapa biləcək. Sayın İnsafəli bəy də indi 5-6 yer elə burada ad apardır. Elə sizin özünüz də ad apardır. Əgər vaqən istəsə, qədər istəsə ki, biri istəsə bu aksiyonu keçirlər, 16 şəhərlərdə çox rahatca bir-birini tapacaq. Çox, elə 16 şəhərlərdə Tehranda çıxan türklər sadəcə buna görə çıxacaqlar ki, bu yandan gedən türklər. Ki, bir-birinə yığalar ki, elə orada da elə biləsi bir yeri təsmin tutasınız. Yəni, vaqəən bir işi əgər istəsək görə bilirlər. Saniyələrdə biz elə bilirlər, tağdurlarırıq bir-birini. Yəni, əgər vaqəən ödür orada ki, biz minlər nəfər gedək oraya, minlər nəfər orada bir-birini tapmaq çox asan olacaq. Əgər 5-10 nəfər gedə, o bəli, bir-birini tapmaq çətin olacaq. Amma əgər vaqəən minlər nəfər
özün yeter Tehran ve Tehran Türkler çıxışıya 16 şəhidəti çox rahatca bir gün tapa biləcəklər. Elə türkünü bəhd danışmaqla öz tapacaq edir. Hə, qardaş, elə Şahin Səfəri bəy də nə dedi, bəhd danışmaqla, türkü danışmaqla elə rahat bir gün tapar. Ya çox gözəl bir demək olar. Əziz dostlar, mən Təbriz uşağı, mən Türkiyəli deyirəm, dostumuz belə soruşurmuş, mən onu iştibah düşünmüşəm. Mən Qaradağlıyam, mənim kəndim Çalandır, Kəlibərdən Mərzə tərəf gedəndə, Muğana tərəf gedəndə, üç qardaşlara yetişməmişdə bir soyuq bulaq var. O soyuq bulağın dalısı, dağların ortasında bir kət var, adı Çalandır. Mən o Kəlan kəndindənəm. 7 yaşımdan Təbrizə gəlmişəm, özümü Təbrizli bilirəm, amma əslim Qəradağlıdır, Kəlibərliyəm demək olar. Mənim şəhərim, əsli şəhərim demək olar Kəlibərdir. Çünki mənim kəndim Kəlibərin yanındadır. Ondan sonra Əhərdir, ondan sonra Təbrizdə. Amma mən ömrümün çoxunu Təbrizdə keçirmişəm. Qəradağlıyam əslində, kətdiyəm və çox da sevinirəm ki, Qəradağlıyam. Və nəzərimə də gəlir ki, tarixdə də Qəradağın böyük yeri olubdur Azərbaycan hərəkatında. Günas TV'nin bir çox fəal bir şeyi vardı, Telegram qrupu vardı, müxtəlif qrupları vardı şeydə, müxtəlif yəni şeylərdə, nə deyim, sosial şəbəkələrdə müxtəlif qrupları vardı. Amma Telegramda da vardı, dostlar hər şey istəsə eləyə bilər, orada xəbər qoysun, ya danışsın, ya desin. Günas TV də qətiən belə bir xəbərləri yayar və Azərbaycanlılar harada torpaqlaşsalar, ondan bir xəbər çıxadarlar, yayarlar. Yəni, çox da sevinərlər ki, Azərbaycanlılar belə bir milli işə qalxışacaqlar. Salamlar, saygılar, əziz dostlar. Özəlliklə Azərbaycanın gözəl milləti. Dostlar, bir açıqlama verim. Mən İlqar Qasım bəyin yaxın bir dostu. Qasım bəyin qardaşı Abbasın da yaxın bir dostuyam. Bayaqlarım danışırdım. Abbas bəy biliblər, Qasım bəyin ailəsi, qardaşı, hamısı bilibdir ki, dostları Qasım bəy üçün yardım toplayıblar. Biraz üzülmüşdüm, ya yalan deyim, narahat olmuşdu ki, bu işi niyə görürsünüz? Biz heç razı deyilik şəxsi, dostlarımız şəxsi ciblərindən pul qoyalar. Dövləti orqanlardan yardım toplasalar başqa bir söz, amma ciblərindən qoymaqlarına razı deyilik. Və hətta Abbas bəy dedi ki, hazır pulu biz qeydərək hər kəsinə veribdir. Biz şərməndə olmayaq heç kəsin yanında. Baxın dostlar, mən Qasım Araz bəy, Abbas bəyə dediyimi sizlərə də açıqlayıram. Belə dedim ki, Araz bəy, ya həmən Qasım bəy Azərbaycan üçün 15-16 ildir çalışır. Araz bəy bizə təkcə dost deyil, yerində bizə qardaş olub, yerində ata olub. Araz bəy o qədər məhəbbətli, o qədər mehriban, o qədər qayğı çəkən bir insandır ki, hamımız özümüzü Araz bəyə ailə bilirik. Araz bəyi özümüzə ailə bilirik. Və bu kəmpeyni açan dostlar da bu cür düşüblər qabağa ki, Araz bəyi özlərinə ailə biliblər və Araz bəyə yardım toplayıblar ki, Araz bəy tək qalmıyor. Araz bəyin ailəsi bu durumda tək qalmıyor. Və bunların heç xəbərləri yoxdur. Yəni, Araz bəyin özünün və ailəsinin bu işdən xəbərləri yoxdur və mən buradan dostlarımın tərəfindən
və öz tərəfindən Araz bəydən və Araz bəyin ailəsi. Əziz dostlar, mən Təbriz uşağı Əziz və hörmətli dostlar və möhtərəm admin qardaşımız, əgər bir sözünüz olmasa, mən yavaş-yavaş icazə istəyim. Bir neçə dəqiqə də gözləyirəm. Əgər sözünüz olmasa, mən yavaş-yavaş icazənizlə gedim. Çox sağ olun. Əziz dostlar, çox təşəkkür edirəm ki, buradan gördünüz. Sizin hamınıza can sağlığı arzulayıram. Sağ qalın, səlamət yaşayın. Hələlik.